Salam, hörmətli izləyicilər. Bugün sizə 26 oktyabr 2025-ci il tarixində OTK-nın keçirdiyi ilk blok sınağının informatika suallarının izahını təqdim edəcəyəm. Sol tərəfdə informatika suallarının özünü yerləşdirmişəm. Sağ tərəfdə isə onların həllini qeyd etmişəm. Onu sizə bildirmək istəyirəm ki, sualların izahı Gemini süni intellekti vasitəsilə həll edilib. Yəni, burada süni intellekt vasitəsilə sualları bu şəkildə sistemdə ardıcıl yerləşdirmişəm və xüsusilə özü öyrənmək istəyən şagirdlər bu süni intellektdən istifadə etməklə daha sürətli və sistemli şəkildə bilik əldə edə bilərlər. Mən sizə burada həm də süni intellektin digər xüsusiyyətlərini də vurğulayacağım. Yəni, bu süni intellektdən istifadə etmək testi, belə deyək, öyrənmək məqsədi nədir? Əlbəttə ki, imtahanda biz sualları özümüz yazacağıq, özümüz sərbəst yazmalıyıq. Sadəcə öyrənmək üçün biz nə etməliyik? Müəyyən vasitədən kömək almalıyıq. Yəni, kitab ola bilər, müəllimlər ola bilər və eləcə də süni intellekt. Ümumiyyətlə, süni intellekt informatikanın özünün yeni bir istiqamətidir və o bütün sahələrdə insanların işini sürətləndirdiyi kimi eləcə də öyrənmə prosesini də sürətləndirir. Ona görə də biz süni intellektdən istifadə edəcəyik. Bura Gemini daxil ola bilər, Copilot ola bilər, Grok ola bilər, ChatGPT var, Claude var. Bu süni intellektləri siz yoxlaya bilərsiniz və hansının sizə uyğunsa ondan cavabları, deməli, həlləri əldə edə bilərsiniz. Və bir şey də qeyd edim ki, əgər sualları toplu şəklində, yəni çoxlu sual versəz, o daha qısa şəkildə, süni intellekt daha qısa şəkildə həll verir. Bir-bir yerləşdirilirsə nisbətən daha geniş şəkildə deməli, izah vermiş olur. Və ümumiyyətlə, həmin izahlarda da xırda səhvlər ola bilər. Çalışmaq lazımdır ki, bir də onu yoxlayasınız. Gəlin, vaxt itirmədən başlayaq ilk sualımızla. 61-ci sual. 4104-ün kvadratı onluq ifadəsinin 8-ci say sistemindəki təsvirində 0 simvolunun sayının 1 simvolunun sayından nə qədər çox olduğunu müəyyən edin. Baxın, burada sağ tərəfdə belə bir həll yerləşdirmişəm. Bunu necə tapmalıyıq? Buna baxaq. Deməli, 4104-ün kvadratı bu onluq ədəddir. Burada görürük və bu ədədi biz 8-liyə, ikilik say sisteminə əvvəlcə gətirməyik ki, sonra 8-liyə və ya 16-lığa çevirək. Və bunun üçün də 2-nin qüvvətləri şəklində yazmalıyıq. Və 4104, 4096 üzərinə gəlsin 8 şəkildə yazırıq. Burada 4096 4104-dən kiçik olan ən böyük 2-nin qüvvətidir. Və bu da bilirik ki, 2/12 deməkdir. Yəni, 4 vurulsun 1024-dür, bu da 2/12-dir. Digəri elə 2/3-dür. Bunu belə yazandan sonra ədədin kvadratını yazırıq və müxtəsər vurma düsturu var bizdə. A + B-nin kvadratı. Bu nə deməkdir? A kvadratı üzərinə gəlsin 2AB üzərinə gəlsin B kvadratı şəklində idi. Və bunu burada bu formada açıq şəkildə yazırıq. Və üstlər bir-birinə, məsələn, 12 2-yə vurulur, 12 ilə 3 toplanır, burada da 1 var, onlar toplanır və bu şəkildə yazılır. Ondan sonra 8-ci say sisteminə necə keçirik? 8-ci say sistemini keçmək üçün 2/3 bilirik ki, 8 deməkdir. Və biz burada 24-ü, 2/24-ü 8, yəni necə gətirə bilərik? Burada 24, 3/8-dir, onu bu formada ayırırıq və sonra 2/3-ü 8 ilə əvəzləyirik. Və ya 2/16-dır, burada nə edirik? Baxın, yaxınlaşdırım sizə. Baxın, 16 nə deməkdir? 15/1-dir, bu 1-i qabağa yazırsınız, digərini bu formada açıq şəkildə yazırsınız. Bunun başqa yolu da var. Məsələn, 16-nı deməli 3-ə bölürsünüz, neçə alınır? 5 alınır, qalıqda 1 alınır. Baxın, bu 5-i gətirib 8-in üstünə yazırsınız, 1-i isə gətirirsiniz, burada 2/1 şəkildə yazırsınız. Belə bir üsul da var, ondan da istifadə edə bilərsiniz. Amma o çətindirsə, elə bu formada sadə şəkildə ayıra bilərsiniz və nəticədə belə bir cəm alınacaq. Daha sonra normal qaydada 8-li say sisteminə çevirmə qaydasını bilirik ki, ədədi açıq şəkildə 0 üstündən 8-in üstünə qədər, yəni ən böyük üstə qədər gətiririk və əmsallar, hansı əmsallar ki var, burada 0-dan fərqli olanları burada qeyd edirik, 0 olanlar da burada bu formada yazılır. Və onlar ardıcıl şəkildə yazılanda 8 say sistemində belə bir ədəd alınır. Daha sonra isə biz bilirik ki, 1 simvolunun sayı, yəni buradan görürük ki, 2 dənədir, 0 simvolunun sayı 6 dənədir və nəticədə 6 çıxılsın 2, 4 dənə deməli, fərq yaranır. Deməli, sualın doğru cavabı D variantı 4 olacaq.
62-ci sual. Sistemə giriş üçün 8 simvollu parollardan istifadə olunur. Hər bir parol üçün ilk 4 simvol yalnız Azərbaycan əlifbasının kiçik hərfləri və onluq say sisteminin rəqəm simvolları, 5-ci və 6-cı mövqedə olan simvollar yalnız 16 say sisteminin simvolları, 7 və 8-ci mövqedə isə yalnız onluq və 16 say sisteminin simvolları iştirak edə bilər. Neçə belə müxtəlif parol yaratmaq mümkündür? Bu sualda əvvəlcə baxmalıyıq ki, parolumuz ümumilikdə hansı əlifbalardan istifadə edilməklə yaradılıb. 3 dənə əlifba var, Azərbaycan əlifbası, 32 hərf var, kiçik hərflər, onluq say sisteminin rəqəmləri, 10 dənə rəqəm var, burada qeyd olunub və 16-lıq say sisteminin simvolları, yəni 16 dənə simvoldur. Bunlar hansılardır? 0-dan 9-a qədər olan 10 dənə rəqəm və A, B, C, D, E, F hərfləri böyük hərflərlə. İndi gəlin baxaq görək, hər bir hissədə, yəni 8 simvoldursa, siz buradan qeyd edin, 8 xana qeyd edəcəyim. Hər bir xanada hansı sayda, hansı variantda deməli simvollar yerləşdirə bilər. Görək burada neçə dənə alındı? 4, 4 düzdür. Ümumilikdə 8 dənə xana çəkirik və baxırıq. İlk 4 simvol 1, 2, 3, 4, 4-cü mövqelər. 32 Azərbaycan hərfi və 10 dənə də rəqəm. Cəmi neçə variant edir? 42 variant. Burada deməli nə etməliyik? Çoxluqları birləşdirməliyik. Və burada da rəqəmlə hərflər bir-birinin üstə düşmədiyi üçün, ayrı-ayrı çoxluqlar olduğu üçün biz bunları sadəcə 32 üzərinə gəlsin 10, yəni 42 dənə fərqli variant olduğu üçün biz bunu buradan 42 olaraq qeyd edəcəyik. Və hər bir mövqe üçün, yəni ilk 4 mövqe üçün mən bunların hər birini 42 olaraq qeyd edəcəyəm. 42. Və bunları bir-birinə vurmalıyıq. Bu ümumiyyətlə riyaziyyatda olan sonunda çoxluqlar bölməsi var, birləşmələr nəzərisi ona aid olan bir şeydir və orada vurma prinsipindən istifadə olunur və siz əgər o dərs olsanız biləcəksiniz ki, burada vurulmalıdır. Və neçə xana var? 4 xana. O 4 bu ədədin üstündə yazılır. 42 isə harada yazılır? Aşağıda yazılır. Bunu belə bilməliyik. Bundan sonra baxırıq 5-ci və 6-cı mövqelərə. İstəyirsiniz rəngini dəyişim ki, fərqli olsun. 16 variant var 16 say sistemində. Deməli, 2 dənə xana varsa 5-ci və 6-cı xana 16-nın kvadratı variantı alınır. Bu da vur 16, vur 16 şəklində yazılır. Və ya 16 üstü 2. Mən açıq şəkildə yazıram. Burada göstərirəm sizə. Deməli, 7 və 8-ci mövqe. Baxın, bu biraz fərqlidir. Bu fərqli olan mövqedir. 7 və 8-də nə baş verəcək? 7 və 8-də nə baş verir? Burada onluq say sistemindən və 16 say sistemindən istifadə olunub. Onluq say sistemində rəqəm simvolları 0-dan 9-a olan rəqəmlər elə 16 say sisteminin içərisində də mövcuddur. Yəni, baxın, bu tutaq ki, 16 say sisteminin çoxluğudursa, bu da onluq say sistemi bunun içərisində yerləşir. Və bu çoxluqların birləşməsi nəticəsində hansı çoxluq alınır? 16 say sisteminin çoxluğu deməli alınır. Yəni, biz 16-lıq say sistemini götürürük. Çünki o, deməli, onluq say sistemi 16 say sisteminin alt çoxluğudur. Və bizə deyir ki, burada bütün simvollar mexaniki olaraq, yəni 16 üstəyə 10 şəklində cəmlənmir, 26 alınmır, adi qayda toplamırıq. Burada çoxluqları birləşdiririk. Əgər 3-4 dənə, 5 dənə, 20 dənə çoxluq olsa, yenə də çoxluqları əvvəlcə birləşdirəcəyik və biz bilirik ki, çoxluqlar birləşəndə sayları, ümumi say qiyməti azala bilər. Yəni 26 deyil, 16-ya düşə bilər. Yəni qiymət azala bilər. Bunu nəzərə alırıq və burada 16-nın kvadratı yazırıq. Baxın, burada gətiririk. Bəziləri şagirdlər bura 26 yazır. Yox, burada 16 olmalıdır. Və nəticədə bu ədədi, baxın, burada aşağıda da qeyd olunub, ümumi sayı bu formada yaza bilərik və bu da nə deməkdir? 42 üstü 4, vur 16 üstü 4. Doğru cavab nə olacaq? D variantı olacaq. 63-cü sual. RGB kodlaşdırma sistemində olan 1024 vurulsun 2048 ölçülü qrafik təsviri rəng dərinliyi X olan kodlaşdırma sistemində kodlaşdıran zaman həcmi 33 MB olmuşdur. Rəng dərinliyi X olan kodlaşdırma sistemindəki maksimal rəng çalarlarının sayını müəyyən edin. Gəlin addım-addım baxaq. Birinci növbədə biz qrafik təsvirinin həcm düsturunu yazırıq. Baxın, burada həcm olmalıdır. Hıcımı şəkli yazıblar. Süni intellekt ə hərfini bəzən yazmaya bilir və ya burada piksellərin sayında görürsünüz, xırda xətalar olur. Deməli, həcm düsturu piksel sayı vurulsun rəng dərinliyidir. Bunu necə xatırlamalıyıq? V bərabərdir A vur B vurulsun N düsturu var idi. A vur B piksellərin sayıdır.
n isə burada x olaraq qeyd edilib. Yəni bunu xatırlamalıyıq. Və biz indi bu arıcılıqla gedəcəyik. Rəng dərinliyi x bitdir. Bunu yadımızda saxlayırıq və keçirik ikinci mərhələyə. Piksellərin sayı 1024/2048, yəni bayaq dediyim kimi A vur B2 var. Bax buradadır. A vur B bu hissədir və deməli 1024 210-dur, 2048 211 və nəticədə 221 pikselidir. Həcm bizim 33 megabayt verilib və 33 megabaytı 223-ə vursaq, 223-ə və nəticədə neçə alınacaq? 33 vur 223 bit alınmış olur. Burada birbaşa yaza bilərsiniz onu və sonra artıq biz rəng dərinliyi, yəni x-i tapa bilərik. X-i tapmaq üçün tənlikdə gətirib qiymətləri yerinə qoyuruq. Hansı tənlikdə? Baxın, bu yuxarıdakı həcmin düsturu ki var. Həcm bizə həm də burada verilib. Bu 33 megabayt ki var, yəni 33 vur 223 burada gətirib yerinə yazırıq. Piksel sayı vur rəng dərinliyi də gətiririk. Buradakı piksel sayı vurulsun x. Burada yazırıq. Yazandan sonra belə bir tənliyi həll etsək, x-i tapmış oluruq və x alınır 132 bit. Bundan sonra nə etməliyik? Bizdən x soruşulmur, bizdən maksimal rəng çalarların sayı soruşulur. Bu da bilirik ki 2 üstü x şəklində hesablanır. Yəni rəng çalarların sayı 2 üstü 132 edir. Doğru cavab olacaq Y variantı 2 üstü 32. 64-cü sual. 5 simvollu 760 müxtəlif sətrin simvol arıcılığının yaradılması üçün ən azı neçə simvoldan istifadə olunmalıdır? Bu sualda 5 simvollu deyəndə, yəni 5 xanalı və ya 5 hərfli deyək də sözün yaradılmasından, sətrin yaradılmasından söhbət gedir. Yəni, baxın, tutaq ki, bizim bir simvolumuz var. Mən sizə bir dənə nümunə göstərim. Tutaq ki, bir simvol var, o da A hərfidir və 5 simvollu söz, baxın, belə olur. Bir hərfdən əgər biz istifadə etsək, yəni simvolların sayı 1 olarsa, baxın, n bərabərdir 1 götürürəm, n simvolların sayıdır. Bir dənə A hərf olsa, burada neçə variant yanır? Bir dənə söz yarada bilərik cəmisi. Bizdən soruşur ki, n neçə olmalıdır ki, minimum? Məsələn, 3, 5, 7. Neçə olmalıdır ki, biz ümumilikdə 760 dənə müxtəlif söz düzəldək və həmin söz 5 dənə simvoldan ibarət olsun. Yəni 5 hərfli olsun. Gəlin 5 dənə xana çəkək. Bunu aydın başa düşmək üçün 5 xana. Və hər bir xanaya biz deyək ki, n sayda hərf yerləşdiririk. N, burada da n, burada da n və bu formada n-ləri yazırıq. Mən sizə 62-ci sualda göstərim ki, o sualda necə ki 42 üstü 4 vurulsun, 16 üstü 4 şəklində bir cavab tapmışdıq. Demişdim ki, orada vurma prinsipindən istifadə olunur. Bu da eyni sualdır. Burada da vurma prinsipindən istifadə olunacaq. Yəni, bu n-lər bir-birinə vurulacaq. Və sizin həmin buradakı düstur ki var, o düsturu əldə etmiş olacaqsınız. N üstü 5. Məsələn, 6 xana olsaydı, olacaqdı N üstü 6. 7 olsaydı N üstü 7 və s. Biz artıq bildik ki, N simvoluna görə, simvolların sayına görə ümumilikdə bizdə olan sözlərin sayını tapa bilirik. Yəni, sətrin sayını tapa bilirik. Bu olur N üstü 5 sayı. Gəlin indi ədədləri qoymaqla tapmağa çalışaq. Deməli, baxıram ki, 2 dənə simvol qoysam, 32 dənə cəmsi söz alınır. Bu bizə bəsləmir. Tutaq ki, A, B hərfləri ilə mən söz yaratmaq istəyirəm, cəmi 32 ilə düzələcəm. Məsələn, 3 dənə götürsəm, bu olacaq ABC hərflərindən cəmi 243 söz götürə bilərəm, düzəldə bilərəm. Bu da şərt ödəmir. 4 dənə götürsəm, tutaq ki, A, B, C, D hərflərini götürsəm və bununla mən 1024 dənə söz düzəldə biləcəm. Məndən soruşur ki, 760 dənə bizə lazımdır. Əlbəttə ki, burada konkret 760 alınmır, ya aşağı alınır, ya da böyük alına bilir. Bu, faktiki buradakı ədədlərə görə. Bizdə ən kiçik olan hansıdır? 4-dür. Əlbəttə ki, 4 üstü 5-dən başqası da var. Tutaq ki, 6 üstü 5 var, 7 üstü 5, onu da götürə bilərik. Amma bizdən ən az sayda simvoldan, yəni hərfdən istifadə etməyə tələb olunursa, biz deməli 4 üstü 5-i götürməliyik. Yəni 4 üstü 5-dən 1024 dənə müxtəlif söz yarada bilirik. Bu da elə 760 şərtində ödəyir. Deməli, doğru cavab olur Y variantı. Buradan qeyd edirik. 65-ci sual. Əgər sualın şərti kiçik görünürsə, onda yaxınlaşdıra bilərsiniz. Elçin, Aylin, Atabəy və Cəmil dostlar, onlar Bakı, Gəncə, Sumqayıt, Gəncə, Füzuli şəhərində işləyirlər. Onlardan ikisi iqtisadçı, biri həkim, digərisi müəllimdir və buradakı şərtlər məlumdur. Elçin və Cəmilin hansı ixtisaslara sahib olduqlarını və harda işlədiklərini deməli müəyyən etməliyik.
Bunun üçün biz bilirik ki, cədvəl qurmalıyıq. Mən burada cədvəl qurmağa çalışacağam. Bu formada cədvəlimizi qururuq və adları yazaq sol tərəfdən. Qısa olaraq burada 4 nəfərimiz var. Elçin yazıram. Buradan seçək Elçin. Sonra kim var bizdə? Aylin, Atabəy, Cəmil. Bunları yazdıq. Daha sonra üst hissədə 3 dənə hissə buraxmışam. Burada iqtisadçı yazacağım. Çünki 2 iqtisadçı var və müəllim var. Qısa yazaq və bir dənə də həkim var. Buradan qeyd edək. Əlavə xanalara aça da bilərik, yazmaya da bilərik və ümumiyyətlə həll etmək üçün cədvəlsiz də, baxın burada ardıcıl şəkildə süni intellekt məntiq yolu ilə necə tapmalı onu da göstərir. Mən həm bu məntiqi bir növ cədvəl üzərində göstərəcəyim ki, daha sizin üçün aydın olsun və yenə də sürətli həll edə biləsiniz. Deməli, baxırıq ki, bizim məsələnin şərtində nə verilib? Burada bir dənə ipucu verim sizə ki, bizdə burada qeyd edilib ki, baxın bu hissədə deməli, Gəncə şəhərində çalışan şəxs iqtisadçı deyil. Bir də var burada Füzulidə işləyən şəxs iqtisadçı deyil. Baxın, bu belə bir şeylər də olur ki, eyni bir cümləni, oxşar cümləni bu formada ayrı-ayrı yazırlar və siz elə bilirsiniz ki, burada şərtlərin sayı çoxdur. Amma görəcəksiniz ki, bu əksinə şərtin sayının az olduğunu göstəricidir. Yəni, bunları birləşdirə bilərsiniz. Deməli, birinci məsələnin şərtini burada qısa qeyd edirik və ən belə tutarlı hissədən yapışırıq ki, məsələn, burada nəyə görə kimin hansı ixtisasın sahibi olduğunu tapa bilərik. Bu hansı cümlədir? Elçin və Atabəy yazıb ki, iqtisadçı deyil. Burada şərtdə yazıb ki, Elçin və Atabəy iqtisadçı deyil və o şərti götürərək biz qərar verə bilərik ki, yerdə 2 nəfər qalır, Aylin və Cəmil. Deməli, onlar iqtisadçıdır. Düzdür, Aylin və Cəmil iqtisadçıdır. Biz bunları əgər gətirib burada yerinə plus yazsaq, Elçin, deməli, Elçin iqtisadçı deyil, düzdür, Atabəy də deyil. Kimlər iqtisadçı olur? 2 nəfərdirsə, bunlardan Aylin və Cəmil iqtisadçı olur. Və burada minus yazırıq və burada minus yazırıq. Qaldı, deməli, müəllim və həkim məsələsi. Şəhərlərin tapılmasına gəlirik. Burada şərti veriblər. Sadəcə biz baxırıq, Gəncə şəhərində və Füzulidə işləyən şəxs iqtisadçı deyil. Bunu bilirik və buna əsasən də belə qərar veririk ki, mən dediyim bu məsələ ki var. Buradan belə bir qərar veririk ki, Sumqayıtda və Bakıda işləyən, deməli, kimlərdir? Elə iqtisadçılar. İqtisadçılar Gəncə və Füzulidə işləmir, deməli, Bakı və Sumqayıtda işləyirlər. Bakı və Sumqayıtı mən burada qısa olaraq bu üst hissədə yazacağam. Gəlin, bu formada yazaq. Bakı və Sumqayıt. Deməli, davam etsək burada, yəni bunu artıq tapdıq bu hissəni və gəlirik Elçin və Atabəy var, Gəncə, Füzuli, həkim, müəllim. İndi bu hissədən aşağı gəlsək, şərtdə deyir ki, müəllim Gəncədə işləmir. Onu harada deyir, onu da göstərəm. Bu məsələn ki, Cəmil Bakıda, Elçin isə Gəncədə işləmir. Düzdür? Elçin Gəncədə işləmir. Bir də burada müəllim Sumqayıt və Gəncədə işləmir. Sumqayıtda aydındır ki, iqtisadçılar işləyir, iqtisadçılardan biri işləyir. Deməli, qalır Gəncə. Müəllim Gəncədə işləmirsə, deməli, yerdə nə qalır? Füzuli qalır. Deməli, Füzulidə kim işləyir? Füzulidə işləyən, deməli, müəllim Gəncədə işləmir, Füzulidə işləyir. Müəllim Gəncədə, deməli, işləmir, Füzulidə işləyir. Buraya yazıram Füzuli. Buraya yazıram Gəncə. Onsuz da burada 2 dənə şəhər qalmışdı. Elə buradan qeyd etdik. Daha sonra bunu qeyd edəndən sonra gəldik sonuncu hissəyə. Sonuncu hissədə də yazılıb ki, Elçin Gəncədə işləmir. Baxıram, Elçin Gəncədə işləmir. Görürsünüz, burada qeyd olunur. Elçin Gəncədə işləmirsə, deməli, Elçin Füzulidə işləyir. Elçin Gəncədə işləmir. Elçin Gəncə üçün işləmir. Minus yazıram. Bura plus yazıram və bura plus yazan kimi artıq Elçin olur, müəllim olur. Və digərində də bura plus yazırıq, burada minus yazmış oluruq. İstəsəz, buradakı şəhər adlarını təzədən qarşısından da yaza bilərik. Deməli,
Bakı və Sumqayıt. Burada bir də Cəmil yazmış ki, Bakıda işləmir, düzdür. Cəmil Bakıda işləmirsə, Cəmil, baxın burada. Bakıda işləmirsə, deməli harada işləyir? Sumqayıtda. Bunu qeyd edirik. Sumqayıt. Bakıda deməli Aydın işləyir. Bunu bu formada yazırıq. Füzulidə işləyən bura gəlib düşdü Füzuli və həkimdə deməli Gəncədə işləyir. Bu Atabəydir, Gəncə yazır. Və bizdən nə soruşulur? Ona bir dənə baxaq. Bizdən soruşulan Elçin və Cəmil. Elçin, deməli Elçin və bu Elçinlə Cəmil soruşulur. Yəni onu belə qeyd edək, düzdür, bu formada. Elçinlə Cəmil soruşur və Cəmil işləyir Sumqayıtda iqtisadçı və bir də Elçin işləyir Füzulidə müəllim. Və buna uyğun cavab da Y variantda görəcəksiniz. Doğru cavab olur Y variantı. 66-cı sual. Fərdi kompüter növlərinə aid deyil. Bizdən aid olmayanları soruşur. Gəlin baxaq. Fərdi kompüterlərə aid olanlar hansılardır? Masaüstü kompüterlər, yəni desktoplar ən çox geniş yayılmış fərdi kompüterdir. Yəni desk burada masa deməkdir, stol deməkdir, stol üstü, masaüstü kompüterdir. Top üst deməkdir. Notebook, laptop və ya deyirlər buna. Laptop da bu diz üstü mənasına gəlir və bu da daşına bilən fərdi kompüterlərdir. Hansı ki biz belə bir növ qatlayırıq və onu istədiyimiz yerə apara bilirik. Planşetlər isə ümumiyyətlə bu klaviatura hissəsi də yoxdur. Yalnız sensorlu ekrandan ibarət olan kompüter növüdür. Ümumiyyətlə telefonlar, smartfonlar da bir növ fərdi kompüterin hissəsi olaraq qəbul edilir. Bəs kompüter olmayanlar nədir? Yəni məsələn, burada matrisli və lazerli printerlər var. Bu çap qurusudur. Bunlar kompüter deyirlər və sensorlu ekranı qarşılara bilərsiniz. Touch screen, yəni toxunma olan ekran. Bunlar sadəcə həm görüntü göstərirlər, həm də daxil etməni yerinə yetirirlər. Bunlar bir növ sensorlu monitor kimi götürə bilərsiniz. Monitorun da təkcə özünü götürsək, o kompüter deməkdir. Yəni onun RAM-ı var, prosesori var, hər şey monitorda yerləşməyibsə, o sadəcə bir ekran rolunu oynayır. Amma planşetlərdə, smartfonlarda prosesor, RAM və digər şeylər, hər şey planşetin içərisində olduğu üçün o kompüter sayılır, sensor isə sayılmır. Deməli, salim olan hansılardır? 2, 3, 6-dır. Deməli, sualın doğru cavabı 2, 3, 6 olacaq. Cavabımız B variantı olur. Süni intellekt burada variantı B əvəzinə digər variantı qeyd etmişdi. Onu da düzəliş etmişəm və doğru cavabı bu formada qeyd edirəm. 67-ci sual. Avtomatik qurğu Unicode əlifbasında kodlaşdırılmış mətnin 1024 simvol əlifbaya keçirən zaman onun informasiya həcmi 3,212 bayt azalmışdır. Həmin mətn 32 simvol əlifbada kodlaşdırılarsa, onun informasiya həcmini baytla müəyyən edin. Əvvəlcə biz burada 3 dənə əlifba görürük. Bu əlifbalarda olan hər bir simvolun yaddaşda tutduğu yeri bitlə ifadə etməliyik. Burada belə bir düstur yazılıb, harf düsturu. N bərabərdir 2 üstü i şəklində olmalıdır. Burada K ilə yazıblar. Yəni fərqi yoxdur. Belə də yazıla bilir. Biz əsas odur ki, təyin etmək ki, hər bir əlifbada nə qədər, deməli, yaddaşda tutulan yer nə qədərdir. Bunun üçün Unicode-u əslində bilməliyik 2 üstü 16 olduğu üçün 16 bit yer tutur. Hər bir simvol, yəni 2 bayt. 1024-də bunu 2 üstü 10 şəkli yazsaq görəcək 10 bit yer tutur və 32 simvol üçündə burada 2 üstü 5, yəni 5 bit yer tutmuş olacaq. Yəni bunları burada qeyd edirik. Bundan sonra gəlirik X-in tapılması, yəni mətndəki simvol sayı. Mətndə neçə simvol var, bunu tapmalıyıq. Necə edə bilərik? Burada bir var, ilkin həcmdən son həcmi çıxıb bərabər edirik azalma miqdarına, yəni 3 vur 212 bayta. Belə də hesablaya bilərik. Və yaxud da birbaşa burada fərqi tapa bilərik, bit fərqini. Yəni 16 bit çıxılsın 10 bit. Və burada alınan 6 bit o demək ki, simvol sayı dəyişmir, azalma miqdarı isə hər bir simvol üçün 6 bitdir. Əgər 1 simvol varsa 6 bit azalıb, 2 simvol varsa 2 vur 6, 3 simvol varsa 3 vur 6, deməli 3 vur 212 sayda deməli bizdən neçə simvol var? X sayda. X sayda simvol varsa, x vurulsun 6 qədər azalma baş verəcək. Düzdür? Yəni 6x qədər azalma baş verəcək. Baxın, burada həmin 6x qeyd olunur. Bir də azalma miqdarı qeyd edilib. Azalma miqdarı nə qədərdir?
Azalma miqdarı 3 vur 2 üstü 12 baytdır. Bunu sadəcə bitə çevirmişik burada. Və onu da gətirib burada yazmışıq. Yəni azalma 6x qədərdir. Azalmanın bitlə, baytla olan qiyməti də bu sağ tərəfdə qeyd edilib. Deməli, biz burada sadəcə olaraq hər iki tərəfi bitə gətirməliyik. Niyə? Çünki burada biz 6 biti tapmışdıq. Burada da deməli bit olmalıdır. Ona görə 2 üstü 3-ə vurduq. Burada 3 vur 2 üstü 15 şəklində yazdıq. Daha sonra buradan x-i tapa bilirik. Bu da 2 üstü 14 dənə simvol edir bizə. Bizə verir ki, 2 üstü 14 simvol var. Sonra isə yeni əlifbada biz artıq təyin edə bilərik ki, ümumilikdə həcm nə qədərdir. Burada ə hərfini yazmayıb. Süni intellektin bəzi xətası var. Burada da bir balaca xəta var idi. Həcm isə yazılmalıdır burada. Deməli, davam etsək, həcmi bitlə hesablasaq neçə olacaq? 5 biti vurmalıyıq 2 üstü 14-ə. Burada da vuranda 5 vur 2 üstü 14 alınır. Amma bizdən sualın şərtində nə yazılıb? Baytla soruşur. Ona görə biz cavabda 5 vur 2 üstü 14-ü seçmirik. 2 üstü 3-ə bölürük və baytla olan cavabı tapırıq. 5 vur 2 üstü 11 bayt. Doğru cavab D variantı. 68-ci sual. Doğru ifadələri müəyyən edin. Deməli, burada 5 dənə ifadə verilib. Gəlin, bir-bir baxaq. Deməli, printer kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. Bu yanlışdır, yəni səhvdir. Printer nə edir? Kompüterə daxil etmir informasiyanı. Əksinə, kompüterdən xaric edən, yəni çap edən qurğudur. Skaner daxil edir, printer xaric edən qurğudur. İkinciyə baxırıq. Monitorun üfüqi və şaqili nöqtənin sayı onun çözümlüyünü və ya resolutionunu müəyyən edir. Bu doğru fikirdir, bunu seçirik. Monitorun üfüqi və şaqili, yəni bu biz hesablayırıq həmişə 1920 vur 1080 və yaxud da ki 720 vur 1280, yəni 720p, 1080p və s. bu şəkildə də qısa olaraq yazılır və biz bilirik ki, piksel sayı nə qədər çoxdursa, bir o qədər ekran görüntüsü keyfiyyəti yüksək olur. Həm şəkillərin görüntüsü yaxşı olur, həm də monitorların görüntüsü yaxşı olur. Və bu da resolution adlanır. Üçüncü bizdə nədir? Matrisli printerlərin sürəti bir saniyədə çap olunan simvollar sayı ilə ölçülür. Bu da doğrudur, çünki bizim həmin matrisli printerlər, yəni iynəli printerlər bir-bir characters, yəni simvollar bir-bir çap edirdi və buna görə də nə qədər çox simvol olurdusa bir səhifədə, həmin o səhifə gec çap olunurdu. Az simvol olursa daha tez çap olunurdu. Çox olanda gec çap olunurdu. Bu CPS şəklində qeyd olunur. Bir də PPM var. Buradan qeyd etsəm, PPM anlayışı bu nə deməkdir? Page per minute deməkdir. Buradan qeyd edirəm. Deməli, buradakı nə idi? Hər saniyə düşən simvol sayı idi, CPS. PPM isə dəqiqəyə düşən səhifə sayı. Bu nə üçündür? Bu indiki lazerli və şırnaqlı printerlərə aid olan bir şeydir. Matrisdə artıq köhnəlib, indi demək olar ki, istifadə olunmur və dəqiqəyə düşən səhifə sayı, tutaq ki, 10 dənə, 15 dənə və s. Və bugünkü printerlər tutaq ki, 1 dəqiqəyə, məsələn, 1 dəqiqəyə 10 dənə səhifə çap edirsə və orada simvolların sayı, məsələn, azdır, çoxdur, o qədər də rol oynamır. Yəni, simvollar çoxaldıqca printerin sürətinə bir o qədər təsirlənmir. Əsas odur ki, nə qədər sürətdən deməli səhifə çap olunur. Burada əsas göstərici page səhifədir. Bax, bunu yadımızda saxlamalıyıq. Dördüncü, monitordakı pikselin sayı nə qədər çoxsa görüntü o qədər keyfiyyətsiz olur. Əksinə biz dedik ki, keyfiyyət biraz da yaxşılaşmalıdır. Beşinci, klaviaturada backspace klavişi kursordan soldakı simvolu silir. Bu doğrudur, biz bunu götürürük. Və sizə bir dənə göstərim. Məsələn, buradakı klaviaturada tutaq ki, mən bir söz yazıram. Yazmağa çalışsam burada. Deməli, belə yer gələcək. Baxın, burada tutaq ki, ppm yazıram. Ppm yazsam bu formada və bu gördüyünüz ox işarəsi ki var sola doğru. Bu normal backspace-dir və əgər mən delete vursam, delete sağa doğru silir. Yəni, kursoru, baxın, ən əvvələ yazdım ki, buradan indi delete vursam, sağa doğru silmiş olacaq. Deməli, delete sağa doğru silir, backspace isə sola doğru silmiş olur.
Deməli 5-i də seçirik. Doğru cavab olur D variantı 2, 3, 5 şəklində. 69-cu sual. Tam dolu diskdən 2 ədəd 3 megabaytlıq şəkil faylı, 5 ədəd 4 megabaytlıq video fayl və 3 ədəd eyni ölçü mətn faylı silindikdən sonra 2 ədəd 4 megabaytlıq qrafik fayl yazıldı və diskdə 33 megabayt boş yer qaldı. Bir mətn faylının informasiya həcmini megabaytda müəyyən edin. Bu sualı əldə etmək üçün əvvəlcə silinən faylları qruplaşdırırıq. Buradan görürük ki, deməli, şəkil faylı 2 dənə 3 megabaytdır, cəmi olur 6 megabayt, 5 dənə 4 megabayt video faylı 20 megabayt və mətn faylının həcmini x-la qeyd etsək olur 3x-lıq, yəni 3x megabayt fayl olur. Cəmi silinən fayl 26 üzərinə gəlsin 3x şəklində olur. Bəs yazılan fayllar nədir? Bu, həmin boş sayını azaldan hissədir, yazılan fayllar. Və həcmi nə qədər olacaq? 2 vurulsun 4, 8 megabayt. Biz nə etməliyik? Boş olan hissədən, yəni boşaldılan yerdən əgər çıxsaq bu bizim əlavə yazılan hissəni, nəticədə nə alınacaq? 33 megabaytlıq boş yer alınmış olacaq. Və bu tənliyi biz sadə şəkildə həll etsək, görəcək ki, x-ı 5 megabayt olaraq tapırıq. Və bizdən də bu soruşulur, özü də megabaytla soruşulur. Deməli, doğru cavab B variantı 5 olacaq. 70-ci sual. Pərvanə raster qrafik redaktorundan istifadə edərək 9 megabayt həcmə malik qrafik təsvirin palitrasındakı rəng çarlarının sayını 256 dəfə azaldır. Bu zaman qrafik təsvirin informasiya həcmi 6 megabayt azalır. Çevrilmə zamanı piksellərin sayının dəyişmədiyini nəzərə alaraq ilkin təsvirin rənglər palitrasında ən çoxu neçə rəng çalarının olduğunu müəyyən edin. Bu sual 63 və 67-ci sualın qarşılığı formatındadır. Yenə bizdən rəng çalarlarının maksimum ən çox sayı soruşulur. Bunun üçün nə etməliyik? Deməli, bizə məlum olan məsələlər budur ki, həcmdir. V1 bərabərdir 9 megabayt. Bunu işarələyir, yəni qrafik təsvirin ilkin həcmi və son həcmi bizə bu şəkildə məlumdur ki, 6 megabayt azalır deyirsə, deməli V2 nəyə bərabər olur? 9 çıxaltı, yəni 3 megabayt şəklində. Bunları təyin etdik, yəni 9 megabayt və 3 megabayta tapdıq. Bundan sonra biz burada qrafik təsvirin həcmi düsturunu yazmalıyıq və bu zaman biz veririk ki, həcm, yəni V nəyə bərabərdir? Piksellərin sayı vurulsun, hər bir pikselin yaddaşda tutduğu bit sayı, yəni i-yə bərabərdir. V bərabərdir n vurulsun i. Bu düstur əslində biz V bərabərdir A vur B vurulsun i şəkildə bilirik. Burada ümumilikdə piksel sayı dəyişmədiyi üçün A vur B hasilini biz n-lə işarə edə bilərik və biz buna toxunmayacağıq. Və bu zaman ilkin vəziyyət üçün bu cür düstur alınır. V1 bərabərdir n vur E1. İkinci son vəziyyət üçün isə belə bir düstur alınır və biz bunları tərəf-tərəfə bölsək, yəni nisbəti tapsaq, görəcək ki, bu n itəcək. Yəni A vur B hasili itəcək burada və belə bir bərabərlik alınır. Və burada V1 və V2 yerinə 9 və 3 megabaytı qoysaq, görəcək ki, i1 bərabərdir 3 vurulsun i2 şəklində alınacaq. Yəni bunu gördük. Bundan sonra gəlin keçək rəng çalarlarının sayını tapmağa. Bunun üçün K bərabərdir 2 i yenə hard düsturunu bir növ tətbiq edirik. Həmin o üst olan düsturu tətbiq edirik. İlkin rəng sayı olacaq K1 bərabərdir 2 i1, digər üçün K2 bərabərdir 2 i1, burada olacaq 2 i2. Və bunların nisbəti 256 edir, çünki məsələnin şərtdə deyilmişdir ki, 256 dəfə azalır və bunu nisbəti yazsaq bu formada alınacaq. Onu qeyd edim ki, süni intellekt burada 256 üçün səhv rəqəm yazmışdı, onu düzəliş etmişəm və 256 2/8-dir. Burada əgər bu nisbəti, soldakı nisbəti əgər biz, bu nisbət ki var, bu nisbəti bu formada çıxıqla yazırıq və 256 208-i yerinə yazanda i1 çıxılsın i2 bərabərdir 8 alınır. Bu iki düstur bərabərlik əsasında təyinlər sistemini bir növ həll edirik. Buradan sistem təyinliyidir və i1 3 i2-dirsə, burada i1-in yerinə 3 i2-ni gətirib yazırıq və bu zaman 3 i2 çıxılsın i2 8 olur və buradan i2-ni tapırıq ki, 4 bitdir. i1-i də tapırıq ki, 12 bitdir. Bunu tapandan sonra ilkin palitrasındakı maksimum rəng sayı nəyə bərabər olur? K1
bərabərdir 2 üstü 1 və ya 2 üstü 12. Deməli, doğru cavab nə olacaq? D variantı 2 üstü 12 olur. 71-ci sual. Xidməti klavişlərə aid olanları müəyyən edin. Bu sualı tapmaq üçün biz funksional klavişlərlə kursorun idarə edilmə klavişlərini çıxsaq, yerdə qalacaq xidməti klavişlər. Gəlin baxaq. Deməli, F3 və F1 nədir? Funksional klavişlərdir. Ümumiyyətlə, F1-dən F12-yə qədər olan klavişlər functional case adlanır. Burada case sözü yazılır. Bu, deməli, klaviş deməkdir. Key kimi oxunur. Functional case bizdə oldu funksional klavişlər. Home nədir? Bu kursorun idarə edilmə klavişdir. Home var, end var, düzdür. Sonra page down, page up var və bundan əlavə olaraq yuxarı, aşağı, sola və sağa ox işarəsi olan klavişlərdə navigation keys və ya kursorun idarə edilməsi klavişi adlanır. Bunlar oldu 8 dənə. Yəni cəmi naviqasiya klavişləri 8 dənədir. Və yerdə qalan digər xüsusi klavişlər var ki, bunlar xidməti klavişlər sayılır və ESC-dir, məsələn, Alt-dır, ondan sonra Insert-dir, məsələn, Enter var, Caps Lock var. Bunların hər biri xidməti klavişlərdir. Ona görə doğru cavab C variantı 2, 3, 6 olacaq. 72-ci sual. Müəyyən kodlaşma sistemində hər bir simvol 16 bit yer tutur. Bu sistem ilə kodlaşdırılmış informasiya 4 səviyyədən ibarətdir. Hər səviyyədəki informasiyanın həcmi özündən sonra gələn səhifədəki informasiyanın həcmindən 3 dəfə azdır. Məlumatın ümumi həcmi 6400 baytdır. Birinci və üçüncü səhifədə olan simvol sayını müəyyən edin. Biz əvvəlcə nə etməliyik burada? Hər bir simvolun yaddaşda tutduğu yeri qeyd etməliyik. Bu 16 bit və ya 2 baytdır. Çünki bizdə burada məsələn şərtdə verilib 16 bit yer tutur. Ümumi informasiya həcmi bilirik ki 6400 baytdır və buradan biz birbaşa cəmi simvol sayını, yəni 6400-ü 2-yə bölməklə tapa bilərik ki 3200 sayda simvol var. Bunu əslində bu sualı, yəni simvol sayını sonda da tapmaq olardı. Yəni 6400 baytla biz hesablaya bilərik. Yəni hər səviyyədəki ümumi həcmi tapıb sonradan simvol sayını keçə bilərik. Amma məsələnin şərtdə simvol sayı ilə sualı soruşduğu üçün birbaşa da simvol sayına keçməklə də həll etmək mümkündür. Deməli, birinci səhifədə nə qədər simvol var? Bunu qəbul edirik ki, x saydadır və hər növbəti özündən 3 dəfə çoxdur. Yəni, burada azdırla deyib, biz tərsinə götürürük. Ən balacanı x götürürük, çünki belə daha sadədir hesablama aparmaq. Əgər x bölü 3 götürsək və ya x bölü 9 o cür hesablasaq daha qəliz olacaq. Ona görə bu formada 3-ə vurmaqla gedirik. X, 3x, 9x, 27x və bunların hamısını toplasaq edəcək 3200. 3200 simvolun sayıdır. Yəni, burada da simvolların sayı 40x edir cəmi. Bu tərəfdə də 3200-dür. Bundan da asanlıqla x-i 80 tapa bilərik. Yəni, birinci səhifədə 80 simvol var. Üçüncü səhifədə isə 9x, yəni 720 dənə simvol var. Deməli, doğru cavab olur 80, 720. D variantı. 73-cü sual. Yaşayış məntəqələri arasındakı əlaqəni göstərən qraf və cədvəl verilmişdir. Cədvəldəki nömrələmə qrafdakı adlandırma ilə üst-üstə düşmür. A və G işarələrinə uyğun gələn nömrələri müəyyən edin. Ulduz işarəsi məntəqələr arasında əlaqənin olduğunu bildirir. Bu sol tərəfdəki qrafdır, onun yanındakı cədvəldir. Biz qrafla cədvəli tutuşturmaqla bütün məntəqələrin nömrələrini tapmalıyıq. Və burada deyilir ki, cədvəldəki nömrələmə qrafdakı adlanma ilə üstə düşmür. Yəni, buradakı hərflərin ardıcılığı ilə verilmir bu nömrələr. Yəni, A nöqtəsi 1 də ola bilər, 2 də ola bilər, yəni sırası fərqlidir. Deməli, ulduz işarəsi də bilirik ki, nöqtələr arasındakı əlaqəni, yəni 1-i göstərir, boş xana isə 0-ı göstərir. İndi biz əvvəlcə gəlin bir-bir qrafda olan şəhərlərin qonşularını tapaq, yəni hər bir nöqtənin qonşusunu tapaq. Burada qeyd olunub hər biri. Məsələn, A nöqtəsini göstərin, B və G ilə əlaqəli 2 qonşusu. A-nın B ilə G ilə əlaqəsi var, 2 qonşusu var. Eləcə hamısını yazırıq və görürük ki, məsələn, B nöqtəsinin 5 qonşusu var, D nöqtəsinin 3 qonşusu var. Və cədvəldə ulduz sayına görə baxsaq, görəcək ki, məsələn, 1 nömrəli səthdə 2 və 4-cü sütun var. Baxırıq ki, ulduz var. Birinci sətirdə 2 və 4-cü yerdə görürsünüz,
2 dənə ulduz var. Bu demək ki, 2 qonşusu var. Yəni ikisi ilə əlaqəlidir. Eləcə hamısını yazacaqsınız və görəcəksiniz ki, 4 nömrəli sətirdə 5 qonşu var, 2 nömrəli sətirdə 3 qonşu var. Buradan avtomatik deyirsiniz ki, 3 ilə bu 3 uyğundur. Deməli, D nöqtəsi 2 nömrəyə uyğun gəlir, D nöqtəsi. Və bir də uyğun gəlir nə? Bunu da qeyd etsək, B nöqtəsinə uyğun gəlir. Baxın, bu 5-i gətirib bununla əlaqələndirirsiniz 4 nömrəsi. Və bu aşağıda da baxın qeyd olunub. Deməli, B 4-dür, D də 2-dir. Bundan sonra isə gəlsək bu hissəyə. B və D-ni tapdığımıza görə biz nə edə bilirik? Belə edim, buradan baxaq. C və Y. C və Y B və D-yə qoşulub və baxsaq, deməli, C və Y B və D-yə qoşulub və C üçün əgər biz şəkildə cədvəldə 1 və 6 nömrəlerinə baxsaq, görəcək ki, 1, 2 və 4 ilə əlaqəlidir, 6 da 2 və 4 ilə əlaqəlidir. Yəni, B və D ilə əlaqəlidir. Deməli, C və Y nə olacaq? C və Y şəhərləri 1 və 6 nömrəsi olacaq. Sadəcə şəkil simmetrik olduğu üçün 1 C-də ola bilər, Y də ola bilər, fərqi yoxdur burada. Dəqiq tapmaq olmur onu, amma ümumi müəyyən edə bilirik ki, C-Y 1-6-ya uyğundur. Eyni qaydadan A ilə G də dəqiq təyin olunmur, amma deməli, yerdə hansı rəqəmlər qalıb? 3 və 5 qalıb. Deməli, elə birbaşa deyə bilərik ki, 3 və 5 uyğundur. Onu şəkildən də görürük ki, 3-cü sətirdə düzdür, 4 və 5 görürük. 5-ci sətirdə 3 və 4 görürük. Yəni, bu iki deməli, nöqtə B ilə əlaqəlidir və özləri ilə əlaqəlidir. 3 ilə 5 bir-biri ilə əlaqəlidir. Ona görə biz burada A və G şəhərləri üçün 3-5-i seçirik. Doğru cavab olur C variantı. 74-cü sual. İkili say sistemindəki cəmin doğru olması üçün boş xanalara yazılacaq simvolları müəyyən edib, həmin simvollar ardıcıllığının əmələ gətirdiyi ikili ədədi 16 say sistemində ifadə edin. Bunu yaxınlaşdırım şəkli. Baxın, bu formada. Və biz baxırıq ki, bu ədədi toplamaq üçün nələri bilməliyik? Bilməliyik ki, 0 üzərinə gəlsin 0, 0 edir. 0 üzərinə gəlsin 1, 1 edir. 1 üzərinə gəlsin 0, 1 edir. 1 üzərinə gəlsin 1 isə edir 10. Yəni 10 şəklində, 1, 0 şəklində yazılır. Baxın, burada da qeyd edilib. Və bu şəkildə yazanda 0 yazılır, 1 də qabağa gedir. Bir də belə bir şey var ki, 3 dənə 1 toplananda 11 şəklində alınır. Yəni 1 yazılır, o biri 1 də qabağa gedir. Və gəlin indi baxaq, burada sütunlarla ardıcıl şəkildə yazılıb. İstəyirsə belə qoyum, hamısı görünsün. Və bunun üçün mən nə etməliyəm? Bu sütunların hamısını bu sol tərəfdə nömrələyəcəyim. Deməli, bura yazıram 1, bunu nömrələyim. Deməli, belə nömrələyəcəyik. Bura yazırıq 1, 2, 3, 4, 5, 6, 7 və 8. Bunu nömrələdik ki, izi itirməyək. Daha sonra baxırıq. Birinci sütun sağdan, ən sağdan başlayırıq. 1 üzərinə gəlsin 1, 10 edir. Yəni 0 yazılır, 1 yadda. Baxaq, 1 ilə 1 topladıq, 0 etdi və 1 yadda qaldığı üçün burada yuxarıdan yazırıq. Bundan sonra ikinci sütunda artıq 3 dənə 1 olduğu üçün bunu toplayanda, yəni 1 dənə 1 yadda olduğu üçün 11 olur. Bu 1 yazılır, yəni sağda olan 1 yazılır, solda olan 1 isə yadda qalır. Və nəticədə burada biz 1 yazırıq, 1 də gəlib düşür bura. Bundan sonra vəziyyət necədir? Deməli, 2 dənə 1, 1 dənə 0-dır. Baxaq, burada isə ardıcıllıqla yazılıb. Yəni 1, 0 və bir dənə də 1 yadda qalan 1. Bunlar toplananda 10 şəklində olur, 0 yazılır, 1 yadda və bura gətirib yazırıq. Yaddaşda olan 1-i. Və 4-cü sütuna baxırıq. Burada əslində süni intellekt xırda səhv etmişdir. Bu x-la bu 0-ın yerində onu düzəlişləmişəm. Deməli, 0 üzərinə gəlsin x, yəni baxın bu boş xananın yerinə x yazmışıq. 0 üzərinə gəlsin x üzərinə gəlsin yaddaşda olan 1 edib 0. 0 da hansı halda olur? Ya 0 üstəyə 0, 0-dır. Ya da 1 üstəyə 1 olanda olur, yəni 10 şəklində olur, 0 yazılır. Burada da deməli, bir dənə 1 varsa, deməli, o birisi də 1 olmalıdır ki, nəticə 10 şəklində olsun. Baxın, burada qeyd olunur. Deməli, biz bu xanaya nə yazmalıyıq? 1 yazmalıyıq. Bu xananı tapdıq ki, 1 olmalıdır. Növbəti 5-ci sütuna baxırıq. 1 üzərinə gəlsin. Deməli,
bunu yazandan sonra nə etməliyik? 1-1-i toplayandan sonra, sıfırandan sonra yaddaşda olanı bura yazmalıyıq. 1-i bura yazırıq və bir də baxırıq. 5-ci sütunda 1 üzərinə gəlsin x və bir dənə də 1 yaddaşda olur. Bu artıq 2 dənə 1-imiz var və cəm 10 edir, yəni 0 edir. Baxırıq burada 0 edib yenə. Biz artıq x-in yerinə yazırıq, 0 yazırıq, çünki ehtiyacımız yoxdur. Bura artıq 0-ımızı yazırıq və nəticə 0 alınır və yaddaşda olan 1 də qabağa gəlir. Bundan sonra nə edirik? 6-cı sütuna baxırıq. 6-cı sütunda 1 üzərinə yazsın x və bir dənə də 1 yaddaşdadır, 10 alınır. 10-dan da 0 deməli yazılır və deməli 0 yazılıb. Burada vəziyyət necədir? Deməli 2 dənə 1-imiz var. Boş xanaya nə yazmalıyıq? 0 yazmalıyıq. Burada 0 yazıram və 1 də yaddaşda oldu. Bundan sonra 7-ci sütunda 0 və x var. 1 yaddaşda olan 1-dir və nəticə 0-landır. Yəni burada görürük 7-ci yerdə 0-dır. Burada da x-in yerinə deməli 1 olmalıdır. Baxın, burada da 1 qeyd edilir. Deməli, gətirib bura yazırıq 1. Bura 1 yazırıq və yaddaşda da 1 olduğu üçün gətirib bura 1 yazırıq. Və bu 3 dənə də 1-i toplayanda elə buradakı 11 şəklində alınır. Deməli, biz artıq ədədi tapdıq. 1001 şəklində görünür. Yəni 1, 0, 0, 1-dir. Və biz bu ədədi 16-lıq say sistemində əgər yazsaq, yəni çevirmək üçün nə etməliyik? Üstünə qiymətlərini, yəni belə bir şəkildə 1, 2, 4, 8, 2-nin qüvvətdən yazsaq, 0 olanları saymasaq, 8 üzərinə gəlsin 1, neçədir? 9. Deməli, bunu artıq tapırıq ki, 9-dur. Bu tetradadır. Bunu bilmək ki, 9-dur. Və yaxud da ki, ikilik say sistemindən bunu 10-luq say sisteminə çevirə bilərsiniz. Nəticəni 10-luq say sistemində 9 ala bilərsiniz və bu da elə 16-lıq say sistemində də 9 deməkdir. Deməli, sualın doğru cavabı B variantı 9 olacaq. 75-ci sual. 10-luq say sistemində verilmiş 516-nın kvadratı ifadəsinin qiymətini 16-lıq say sistemində ifadə edin. Bu sualdan 61-ci sualda yazmışdıq. Burada sadəcə 16 say sistemindən keçirməyi soruşur. Deməli, biz bu ədədi əvvəlcə 2-nin qüvvətləri şəklində ifadə etməliyik ki, sonra 16 say sisteminə keçək. 516-dan kiçik və 516-ya yaxın 2-nin ən böyük qüvvəti 512-dir. Bu da 2 üstü 9 deməkdir. Digər ədəd də 2 üstü 2-dir. Bunu yazandan sonra burada ədədin kvadratını tapırıq və müxtəsər bulma düsturunu tətbiq etməklə bu ədədi son olaraq 2-nin qüvvəti şəklində belə yazırıq. 2 üstü 18, 2 üstü 12 və 2 üstü 4-ün cəmi. Bundan sonra 2-nin qüvvətlərini gəlin keçirək 16-ya. Necə keçiririk? 2 üstü 4 16-dır yazırıq, 16 üstü 1, 12-ni 4 vuruş yazırıq, 16 üstü 3, digərini də 18 üçün. Bu 2-ni ayırırıq, 16 burada qalır və 4 vurulsun 16 üstü 4 alınır. Bunu başqa cür belə də yazmaq olar ki, deməli belə üsul da var ki, 18-i biz götürürük, bölürük. Məsələn, bu sonuncu üçün göstərirəm. 18-i bölürük 4-ə, 8 say sistemində 3-ə bölürük, 16-ı da 4-ə bölürük. Və alınmış tam hissə 4, qalıq hissə 2-dir. Deməli, qalıq hissəni yazırıq burada 2-nin qüvvətinə. Yəni, bu qalıq ki var, bu qüvvətə yazılır. Bu vurulsun 16 üstü 4. Bu tam hissə ki var, bu 4 yazılır bu tam hissəyə və yenidən 2 üstü 2 4-dür. 16 üstü 4 deyil, 16 üstü 4 ilə eynidir. Bu formada yazandan sonra, yəni bu çətin üsulda siz belə sadə də yaza bilərsiniz. Bunu yazandan sonra açıq yazılışı yazırsınız. 516-nın kvadratı deməli 16 üstü 4 üçün 4 var bizdə, 1 var. 16 üstü 1 üçün də 1 var. Digər hissəyə isə 0 ilə olanları yazırıq və ardıcıl şəkildə qeyd edirik. Burada da 4, 1, 0, 1, 0 şəklində ədəd alınır. Doğru cavab olur C variantı. 76-cı sual. Qrafın qonşuluq matrisindəki sıfırların sayının birlərin sayından neçə vahid çox olduğunu müəyyən edin. Deməli, belə bir qraf verilib bizə. A, B, C, D, E, F şəklində 6 dənə deməli, nöqtəsi var. Burada da biz qonşuluq matrisini çəksək, 6 dənə nöqtəni və qısa olaraq mən burada A-nı, burada F burada qeyd edirəm. Yenə burada A, burada F-i qeyd edirəm və əslində biz bunu bir-bir burada 1 və 0-ları qeyd etməklə ümumi matrisi doldura bilərik. Sadəcə vaxt itməsin deyə nə etməliyik? Bunları bilməliyik. Əgər
6 dənə nöqtə varsa, yəni matrisdə, qrafda 6 nöqtə varsa, deməli matrisin ölçüsü 6 vurulsun 6 şəklində hesablanır. Yəni 36 dənə element, yəni xana var. Baxın, burada 6 dənə belə, 6 dənə də deməli sütun və sətr var. Bir-birinə vurursa 36 edir. Burada da bizim tillərin sayı, yəni birlərin sayı verilib. Məsələn, AF arasında əlaqə varsa, bura 1 yazırıq. F ilə A ilə arasında da əlaqə yenə 1-dir. Çünki bu istiqamətlənməmiş qrafdır və orada deməli simmetriya yaranır. Baxın, belə bir xətt çəksəm mən burada, bu xəttə nəzərən simmetriya yaranır. Və ümumiyyətlə, həmin bu xəttin özünün üstündəki qiymətlər də 0 olacaq. Çünki məsələn, bu şəklə əsasən burada ilgək yoxdur və məsələn, A ilə A arasında, B ilə B arasında əlaqə yoxdur. Ümumiyyətlə, bunu yəni deməli doldursaq, nəticədə neçə dənə 1 alınacaq? Buradakı tillərin 2 misli qədər 1 alınacaq. Çünki gördük ki, AF arasında bir dənə əlaqə var, til var, amma 2 dənə 1 qeyd etdik. Deməli, 8-i vuracaq 2-yə olacaq 16 və 16 dənə deməli 1-imiz var. 36-dan 16 dənə 1-i çıxacağıq, olacaq 20. Deməli, 20 dənə sıfırımız var və bizdən soruşur ki, sıfırların sayı, yəni 20 16-dan nə qədər çoxdur? Cavab olur 4. Düzgün cavab C variantı olur. 77-ci suala baxırıq. Qrafdakı dövrlərin sayını müəyyən edin. Bu elə 76-cı sualdakı qrafdır. Sadəcə dövrələrin sayı soruşulur burada. Dövrə nədir? Qrafdakı dövrə və ya buna sikl deyirik. Bu, eyni təpədən başlayıb, eyni təpədə bitən və tilləri təkrarlanmayan qapalı yoldur. Və ümumiyyətlə, biz bunları tapmaq üçün bir-bir saymalıyıq. Onun üçün qruplaşdırsaq, daha sürətli bir şəkildə tapa bilərik. Məsələn, 3 dənə burada qrupumuz var, ona uyğun sürətlə tapa bilərik. Onu deyim ki, daha böyük bir qraf verilsəydi, məsələn 20-30 təpəlik qraf verilsəydi, onun tapılması üçün, yəni qapalı dövrlərin, siklların sayının tapılması üçün mütləq bir proqram yazılmalıdır. Yəni, məsələn, Python dilində bir kod yazılmalıdır. Onun üçün də bizə deməli, bu matris verilməlidir ki, o 0-1-lərə əsasən biz bir kod yazaq və həmin kod bizim üçün avtomatik olaraq həmin dövrlərin sayını tapsın. Yoxsa belə əllə saymaq təbii ki, çox çətin olar. Ona görə də bu adətən balaca bizə qraflar verilir və onu düzgün saymaq tələb olunur. Görürük ki, burada 3 dənə qapalı sahə var. ABA, AFYA və BCDYB. Bunlar hansılardır? Gəlin bir dənə də baxaq. Deməli, ABYA, buradakı 3 bucaqdır. Biri üstdəki 3 bucaqdır. Biri də bir növ bu 4 bucaqlıdır. Biraz trapesiya oxşur, amma normal 4 bucaqlıdır. Və bununla 3 dənədir. Bunu biz qeyd etdik. Sonra nə var bizdə? 2 sahənin birləşməsinə. 2 sahə burada bu formada birləşə bilər. A, F, Y, B şəklində görək o var. Burada bu ikisi birləşdi. A, B, Y, F, A. Bir də ki, A, B, C, D, Y, A. A, B, C, D, Y, A. Bu tərəfdə. Trapesiya ilə bilinən 3 bucaq birləşir. Və hamısının birləşməyi var. Bizdə A, B, C, D, Y, F, A. Bu böyük fiqur. Ümumilikdə neçə dənə etdi? Cəmi 6 dövrə etdi. Doğru cavab olur A variantı 6. 78-ci sual. 2056-nın kvadratı onlu ifadəsinin 8-lik say sistemindəki təsvirində olan 0 simvollarının sayı 16-lıq say sistemindəki təsvirində olan 0-dan fərqli simvolların sayından nə qədər çoxdur? Bu sualı həll etmək üçün mən sizə 61, 75 və 78-ci sualların izahını göstərmişəm. Eyni qaydanı tətbiq etmək lazımdır. Bu, həmin sualların qarışığı formatındadır. Yəni, həm 8-lik say sistemi var, həm 16-lıq. Nə edirdik? Yadımıza salsaq, ədədi 2-nin qüvvətlərinin cəmi şəklində yazmalıyıq ki, daha sonra 8-lik və 16-lığa çevirə bilək. 2056 ədədini bu formada parçalayırıq. 2056-dan kiçik və deməli 2056-ya yaxın olan 2-nin qüvvəti nədir? 2048-dir. Yəni, ən böyüyü 2048-dir. Biz bunu 211 olaraq bilirik. Digər ədəd də 203-dür. Bu ədədin kvadratını tapsaq, yəni bu düsturu yenə yazıram buradan. A üzrə B-nin kvadratı nəyə bərabərdir? 2AB üzərinə gəlsin. Deməli, A kvadrat üzərinə 2AB üzərinə gəlsin B kvadratı. Bu açılışa əsasən bu ədədləri açırıq bu formada. Artıq üstə vurmanı, yəni ki, bilirsiniz, qüvvətə yüksəltməni.
və 222 üzərinə gəlsin 215 üzərinə gəlsin 206-nı tapırıq. Bunu tapandan sonra gəlirik bu hissəyə. Deməli, əvvəlcə 8-ci say sisteminə çevirmək üçün 203-ə görə bu ədədləri qruplaşdırırıq. Məsələn, 22-dir, bunu 21 edirik ki, 3-ə bölünsün və buradan 203-ü ayırırıq. 2 vur 8 üstü 7. Digərini də ayırırıq. Bu formada 1 vur 8 üstü 5, digəri də 1 vur 8 üstü 2 şəklində yazırıq. Bunun yolunu mən sizə demişdim ki, başqa cür yolu da var idi. 22-ni bölürsünüz 3-ə alınır. Deməli, 7, qalıqda 1 və bunu demişdim ki, 2 üstü 1 vurulsun. Deməli, 8 üstü 7 şəklində yazırsınız. Bu 7 burada yazılır. Qalıqda olan 1 isə burada yazılır və bu nəticə burada alınır. Digərlərini də özünüz tapa bilərsiniz. Və bundan sonra biz nə edirik? 2056-nı bu formada yazırıq açıq şəkildə. Hansı hissələr yoxdursa 0 yazırıq. Məsələn, bu üstlər yoxdursa 0 yazırıq bunlara. Digərlərinin isə qiymətini yazırıq və nəticədə belə bir ədəd alınır. 201, 001, 00. Bu formada alınır və 0 simvolların sayı nə qədərdir? 5 dənə. Davam edirik. İndi 16-lıq say sisteminə gətirməliyik. Yəni 16-nın qüvvətləri şəklində yazmalıyıq. Bunun üçün 2 üstü 4-ü götürürük. Bu dəfə elə edirik ki, 22 4-ə bölünən hissəsi, yəni 20-ni ayırırıq və bu formada 4 vur 16 üstü 5, 8 vur 16 üstü 3, 4 vur 16 üstü 1 alırıq. Belə ayırmaq daha asandır. Eyni qaydada, amma istəsəz belə də edə bilərsiniz. Bir də göstərəm bunu. 22-ni bölürük 4-ə neçə alınır? 5, qalıqda alındı 2 və sonra yazırsınız 2 üstü 2, bu 2-ni yazırsınız. 2-nin qüvvətinə vurulsun 16 üstü 5. Və bu da deməli bu formada olur. Burada 2 ilə 16 həmişə yazılır. Üstlər isə biri qalıq olur, biri tam isə. Və 2 üstü 2 də nə demək? 4 deməkdir. Baxın, bunu gətirib burada yazırsınız bu ifadəni. Bundan sonra 2056-nın kvadratını yenə 16 üstü 5-dən, yəni ən böyükdən ən kiçiyə 16 sıfıra doğru düzürsünüz və olmayanlar üçün 0, digərlər üçün öz rəqəmlərini, yəni 4-ü, 8-i yazırsınız. Və bu zaman ədəd bu formada 408, 0, 40 şəklində görünür və 0-dan fərqli simvollar nədir? 4, 8, 4. Bunların sayı nə qədərdir? 3 dənə və müqayisə edirik, fərqi tapırıq. Sıfırların sayı 5, sıfırdan fərqli simvol sayı 3, 5 çıxılsın 3, cavab olur 2. Doğru cavab A variantı 2 olacaq. 79-cu sual. Belə bir cəm verilib. Bu onluq ifadənin qiymətini 8-ci say sistemində ifadə etməliyik. Deməli, bu ədədi də 8-yə çevirmək üçün yenə 2-nin qüvvətlərini gətirməliyik. Ondan sonra 8-ci say sisteminə çevirməliyik. Baxıram ki, 2-nin qüvvətləri hansılar var? 1024 var, 210-dur, 512 var, 209-dur. Bu formada yazırıq. Bir dənə 32 yoxdur, yəni 205 yoxdur. Qalanlar var. Deməli, biz cəmdə nə yazacağıq? 2 üstü 0-dan 2 üstü 10-a qədər yazanda burada deməli, biz bilirik ki, qarşıda 1 əmsalı olur. Məsələn, 1 vur 2 üstü 10, 1 vurulsun 2 üstü 9. O 1-lər hamısı yazılır. Bir dənə 2 üstü 5 üçün 0 yazılır burada. Burada baxsaq görəcəyik ki, deməli, bu 6-cı yerdə dayanan hissədə 0 yazılır. Və bundan sonra 8 say sisteminə necə çeviririk? Onu çevirməyə çalışsaq. Sağ tərəfdən sol tərəfə doğru gedirik. Ən sağdan 3-3 ayırırıq. Bu 3-3 ayrılmağa biz nə deyirik? Üçlüklərə triada deyirik. Deməli, 3 dənə 1, sonra 0, 1, 1, yenə 3 dənə 1, yenə 0, 1, 1. Və bunların hər biri sizə əzbər bilə bilərsiniz ki, neçədir? Məsələn, 3 dənə 1, 7 deməkdir. 0, 1, 1 isə 3 deməkdir. Bunu belə də tapa bilərsiniz istəsəz. Deməli, üstünə 1, 2 və 4 yazırsınız. Hansı yoxdursa, məsələn, 4 yoxdur, 2 ilə 1-i toplayırsınız, 3 edir. Digərində 1, 2, 4 yazırsınız, hamısını toplayırsınız, olur 7. Burada da açıq şəkildə belə də yaza bilərsiniz. Və nəticədə 37, 37 şəklində bir ədəd alacaqsınız. Yəni, bu əslində 3, 7, 3, 7 kimi yazılır. Doğru cavab olur A variantı. Bu sualı həm də siz necə əlləyə bilərsiniz? Bütün ədəddəki, bu cəmdəki ədədləri tam toplayırsınız, cəmi tapırsınız, sonra 8-ə bölməklə də hesablaya bilərsiniz. Alternativ yolunuz varsa, o cürdə həll edilməsi mümkündür. 80-cı sual. İfadənin nəticəsini kilobayt ilə müəyyən edin. Deməli, belə bir ifadə verilib. Biz bunun üçün bilməliyik ki, 1 megabayt neçə kilobaytdır?
1024 kilobaytdır. Bir də bilməliyik ki, 1 kilobayt neçə baytdır? Yəni 1024 bayt və ya 210 bayt şəklindədir. Gəlin indi bir-bir çevirək. Birinci həddi çevirmək üçün nədən istifadə edirik? 10 megabayt verilib. Deməli, onu vururuq 1024-ə, alınır 10240 kilobayt. İkinci hədd üçün 8192 baytdır. Biz bu ədədi 1024-ə bölsək 8 kilobayt alırıq. Üçüncü hədd dəyişməz qalır, yəni 3 kilobaytdır. Dördüncü ədəd 222 baytdır. Bu ədədi 210-a böləndə üstləri çıxılır, alınır 212 kilobayt, yəni 4096 kilobayt şəklində alınır. Və bu ədədləri toplasaq, ümumilikdə 14347 kilobayt alarıq və əgər biz burada 8 ilə 3-ü toplasaq 11, 1 ilə də 6 toplayanda 7 edir. Cavablara baxsaq, sonu 7 ilə qutaran cavab da elə bir dənə Y variantıdadır. Bu formada da sürətli tapa bilərik. 81-ci sual. Onluq say sistemində verilmiş 806 çıxılsın 3 ifadəsinin qiymətinin 8-lik say sisteminə çevrilməsindən alınan ədədin ilk və son rəqəmlərinin cəmini 8-lik say sistemində ifadə edin. Bu ədədi 8-liyə çevirmək üçün ədədi 8-in qüvvətləri şəklində yazmalıyıq. Burada da hazır 806 var. Və biz bunu asanlıqla 8-lik say sisteminə çevirə bilərik. Yəni 806 1 və arxasında 6-dan 0 şəklində belə yazılır. Bundan sonra biz bu ədəddən 3-ü çıxmalıyıq. 3-ü çıxmaq üçün də 3-ü də 8-lik say sisteminə çevirməliyik və 3 də 8-lik say sistemində elə 3-dür. Yəni onluqda olan 3 elə 8-lik say sistemində olan 3-dür. Daha sonra nə edirik? Çıxma əməliyyatını yerinə yetiririk və bu çıxma əməliyyatını yerinə yetirmək üçün bizdə belə bir ədəd var. 1 arxasında 6-dan 0, burada 3 və bunu çıxmalıyıq. Nə etmək lazımdır burada? Normalda biz belki çıxanda bu ən üstü olan bu 1, 1-dən biz digərlərinə deməli öz 1-ini veririk. Bu 1 veriləndə də həmin say sisteminin qiyməti qədər olur. Bir növ 8 verilir bura. Bura elə bir 8 verilir. Ondan sonra bu da öz 8-dən bir dənəsini öz yanındakına verir. Yəni özü olur 7, bunun yanındakı olur 8. Və sonra da bu özü olandan sonra 7, yanındakı olur 8. Sonra bu da bu 8 də olur təzədən 7, yanındakı olur 8 və beləcə davam edir. Və fikir versəz 7-lərin sayı çoxalır və nəticədə mən sizə yazım ki, nə alınır? Nəticədə bir növ belə alınır. 7, 7, 7 və bunlar 7 olur. Və axırıncısı olur 8. Fikir verirsəz, bu ədədi əslində siz normalda bu 8-i 8-ə bölsəz 1 alınır. O 1-i qabağa verirsəz və yazsaz görəcəksiniz elə 1 arxasında 6-dan 0 alınır. Sadəcə çıxmağı asanlaşdırmaq üçün bura biz 8-i gətiririk ki, 8-dən 3-ü rahat çıxaq və çıxanda 5 alınır. Fikir verirsəz, 8-dən 3-ü çıxdığı 5 alınır. Qalan bu 5-dən 7 ki var və burada yazıldı. Və bunu belə yazandan sonra nə edirik? Burada əlavə izah da verilib. İstəsəz buradan da oxuya bilərsiniz. Və bizdən soruşur ki, ilk rəqəm və son rəqəmi nə etməliyik? Tapmalıyıq. Daha sonra cəmləməliyik. Cəmlədik oldu 12 və sonra nə deyilir? 8-lik say sistemində ifadə etməliyik. Bunun üçün 12-ni normal qaydada 8-ə bölməklə deməli 8 say sistemini çevirə bilərik və yaxud da burada açıq yazılıb açıq şəkildə yazmaz. 1 vur 8 üstü 1 üzərinə gəlinsin. 4 vurulsun 8 üstü 0. 8 üstü 0 1-dir, yəni burada yazmayıblar. Əslində 4 vur 8 üstü 0-dır və biz buradan nəyləri götürürdük? Əmsalları 1 ilə 4-ü götürürdük və yazırdıq. 1, 4 şəklində, yəni 1, 4, 8-lik say sistemində. Doğru cavab olur C variantı. 82-ci sual. 256 rəng çalarlı palitrada minimal bit sayı ilə kodlaşdırılan qrafik təsviri piksel sayını saxlamaqla 64 rəng çalarlı palitrada minimal bit sayı ilə kodlaşdıran zaman həcmi 2 MB azalarsa qrafik təsvirdəki piksel sayını müəyyən edin. Bu sual ümumiyyətlə 63, 67 və 70-ci suallara bənzəyir. Onlarla bir növ oxşarlığı var. Deməli, bu sualda nə etməliyik? Əvvəlcə bizim bu rəng sıraları ilə olan düsturumuz ki var, n bərabərdir 2 üstü i. Həmin düsturla biz hər bir pikselin yaddaşda tutduğu bit sayını tapmalıyıq. Burada 2 üstü b şəklində göstərilib. Yəni i ilə də yaza bilərsiniz, b ilə də. Deməli, biz burada buna uyğun baxsaq, görəcək ki, ilkin palitrada 256 rəngimiz varsa, bu 208 deməkdir.
onda bit sayı ilkin palitra üçün B1 bərabərdir 8 bit olur. Sonraki palitrada 64 rəngi var. Bu 206 deməkdir və B2-ni tapırıq ki, 6 bitdir. Və burada fərq soruşulur. Yəni 2 megabayt azalıb deyilir. Yəni bu verilir bizə. Ona görə də biz burada piksel fərqini tapmalıyıq. Hər bir piksel üçün yaddaş fərqini tapmalıyıq. Və bu da 8/6 2 bit edir. Daha sonra ümumi piksel sayını, yəni x-ı hesablamaq üçün nə etməliyik? X burada bir növ x bərabərdir n vurulsun uzunluqdur. Bizim bu düstur bilirik ki, x bərabərdir a vur b. Sadəcə burada b-ni biz bit sayı olaraq götürmüşük, yəni onu yazmıram ki, qarışdırmayaq. N vurulsun uzunluqdur və bu sabit olduğu üçün biz elə ümumilikdə onu x-la işarə etmişik. Və x vurulsun 2 bit edir 2 megabayt. Yəni piksel sayı dəyişmədən hər bir pikselin deməli bit sayı dəyişir və ümumilikdə 2 megabayt fərq yaranır. 2 megabayt 223 bitdir. Bunu gətirib burada yazsaq 2 də var bizdə burada. 2 vurulsun 223 və buradakı 2-lər ixtisar getsə yerdə nə qalır? X bərabərdir 223 piksel qalır. Və artıq biz bunu tapdıq ki, piksellərin sayı nə qədərdir. Amma dəqiqliklə deyə bilmərik ki, n vurulsun uzunluqda n-də nə qədər piksel var, uzunluqda nə qədər piksel var. Onu tapmaq qeyri-mümkündür. Sadəcə cavab variantlarından bunu tapmaq olar. Yəni, hansı uyğun gəlirsə onu seçsək. Deməli, baxmalıyıq ki, bu 2-nin qüvvətidir və 768 ədədi 3 vurulsun 256. Yəni, bunun içərisində 3 ədədi var. Ona görə A variantını seçmirik. B variantı 212 vur 212-dir. Bu da 224-dür. Bunu seçmirik. C variantı doğru olacaq. 210 vur 213-dür. 223 edir və ya başqa cür də ola bilərdi. Yenə cəmi 23 edirsə, 223 alınırsa onu seçməliyik. Və digəri 221 alınır, digəri də 222 alınır. Deməli, doğru cavabımız C variantı 1024 vur 8192 olacaq. 83-cü sual. Unicode standartında yazılmış 256 səhifəlik kitabın orta hesabla hər səhifəsində 40 sətr var. Kitabın informasiya həcminin 400 kilobayt olduğu məlumdursa, bir səhifədəki simvol sayını müəyyən edin. Bu sualda bizə 40 sətr bir növ əlavə məlumat kimi verilib. Bəlkə də burada hər səhifənin bərabər ölçü olduğunu vurğulamaq istəyib. Sadəcə burada verilmiş 40 sətr bir növ əlavə kimi gəlib düşüb. Yəni sualı biz həll edərkən, burada həlli var. Həll edərkən 40-dan istifadə etməməklə də həll edə bilərik və ya 40-dan əlavə olaraq istifadə etməklə də sualın cavabını tapa bilərik. Gəlin əvvəlcə sualı həll edək, sonra bir də baxaq ki, bu sualda nə fərqli cəhət var. Deməli, Unicode standartı bizdə bilirik ki, 2 baytdır və hər simvol 2 bayt yer tutur. Kitabın ümumi həcmi 400 kilobaytdır, yəni 400 kilobayt 400 vur 1024 və ya 409.600 bayt deməkdir. Ümumi simvol sayını necə tapa bilərik? Bütün kitabdakı simvolların sayı ümumi bayt sayının 2-yə bölünməsi ilə tapılır. Burada bölünüb və 204.800 simvol tapılıb. Daha sonra kitab 256 səhifədən ibarət olduğu üçün orta hesabla hər səhifədə 204.800 bölünsün 256 qədər simvol var, yəni 800 simvol var. Deməli, sualın doğru cavabı olur 800, yəni hər səhifə düşən simvol sayı 800-dür. Bəs başqa hansı üsulla bu sualı yazmaq olar? Deməli, belə bir şəkildə yaza bilərik ki, deməli, bizim 256 səhifəmiz var. Hər səhifədə 40 sətr var. Hər sətirdə x sayda simvolumuz var və bu da vurulsun 2 bayta. Çünki hər simvol 2 bayt yer tutur və bu bərabərdir 400 kilobayt yazmalıyam bura ümumi kitab həcmi. Sadəcə kilobaytın yerinə yazıram 210 yazıram və yanına yazıram bayt. Çünki bayta çevirdim. Daha sonra mən burada 40x-i sabit saxlayacağım. Yəni, digər hissəni 256-nı 2-yə vuracağım. Edəcək 512, yəni 209. 209-dan burada 210-u ixtisar aparsam, 40 vurulsun x, yəni 40x bərabər olur 400 vur 2-yə, yəni 800-ə. Bax, fikir verin, 40x 800-dür, x də bərabərdir neçə? 20-yə. Deməli, x nədir? Bir sətirdə olan simvolun sayıdır 20 dənədir. 40-ı da 20-yə vursaq, yəni bir səhifədə olan simvol sayını tapırıq ki, 800-dür. Və mən əslində burada 40, deməli, 40x-in yerinə, düzdür, 40x-in yerinə bir dənə y versəydim, burada bir dənə y yazsaydım,
Yəni sətirdəki simvol sayını bilmirəm. Sətirlərin sayını bilmirəm. Sadəcə bilirəm ki, səhifədə y qədər simvol var. Və burada da 40, yəni y yazsam, elə birbaşa y-in 8 olduğunu tapa bilərəm. Yəni onu xırdalayıb hər sətirdə neçə dənə simvol var, tapıb 20 tapıb təzədən 40-a vurmağıma ehtiyac yoxdur. Sadəcə bunu əlavə olaraq veriblər. Ya burada bərabər orta hesabla yazıb, yəni səhifələrin bərabərliyini göstərmək üçün, ya da ki, belə deyək də, nisbətən belə deyək də, çaşdırmaq üçün bir əlavə verilən kimi yazıblar. Amma yenə də bir növ bu artıq məlumatdır, yəni ona ehtiyac yoxdur. Belə bu şəkildə deməli həll etmək lazımdır. 84-cü sual. İkilik təsvirində 0 və 1 simvollarının sayı bərabər olan onluq ədədləri müəyyən edin. 6 dənə ədəd verilib, ikilik say sisteminə çevirməliyik. Bunun üçün bizim müxtəlif yollarımız var. Yəni bir yolumuz odur ki, ikilik say sisteminə çevirmək üçün ədədi 2-yə bölməliyik və normal qaydada oradan 1 sıfırları ardıcıl düzməliyik. Digər bir yol isə baxın buradakı kimi 2-nin qüvvətlərinin cəmini yazmalıyıq. Məsələn, 41 ədədi 32 üstə 8 üstə 1, yəni 2 üstü 5, 2 üstü 3, 2 üstü 0-ın cəmi şəklindədir. Elə yaza bilərik və bu zamanda hansı qüvvətlər varsa həmin qüvvətlər üçün 1 yazırıq, digərləri üçün 0 yazırıq və nəticədə saylarını 0 və 1-in sayını müqayisə edirik. Bərabərsə şərti ödəyirsə, məsələn onu seçirik. Bu formada digər ədəd üçün də elə edirik. Baxın bu formada bunu məsələn seçirik çünki bərabərdir. Daha sonra baxırıq. Burada 4 dənə cəm var. Deməli 4 dənə biri var. Bunu götürmürük. Şərt ödəmir. Daha sonra burada 2 dənə cəm var. 2 dənə biri var. Bunu nə edirik? Seçmirik. Şərt ödəmir və daha sonra burada ödəyir. 3 dənə cəm var. Bərabərdir və növbəti üçün də baxırıq. Burada isə ödəmir çünki 4 dənə cəmdir, 4 dənə 1-dir və bu formada sıfırların sayı 2-dir. Ümumilikdə nə olur bizim cavabımız? Deməli 1, 2, 5 şəklində yazırıq cavabımızı. Və sizə bunu sürətləndirmək üçün bir dənə belə bir yol da göstərim ki, ümumilikdə bizim ədədlərimiz 2 üstü 6-dan kiçik ədədlərdir. Yəni burada maksimum 2 üstü 5, yəni 32 var cəmdə. Və məsələn, baxsaq bu ədədlərə, deməli, göstərim bu hissədən və bu 41 ədədi üçün, baxın, 32, 38 ədəd üçün 32, və burada ən böyük hədd 32-dir. Bu 32 və digərlərdə ondan kiçik hədlərin, yəni 2-nin qüvvətlərinin cəmidir. Və mənim bayaqdan dediyim kimi, yəni 2-nin qüvvətlərindən 3 dənə varsa, burada, deməli, qalan 3 dənəsi, yəni cəmi 6 dənə 2-nin qüvvəti var. Baxın, buradakı sayda 6 dənə. Onlardan əgər 3 dənəsindən istifadə olunursa, 3 dənə qüvvətin cəmisi ödəyir. Əgər 2 və ya 4 dənədirsə və ya başqa saydadırsa, artıq ödəmir. Deməli, hansılar ki, 3 dənədir, biz onları seçirik, qalanlarını isə götürmürük. Yəni, bu formada da hesabı sürətləndirmək olar. 85-ci suala baxırıq. 3, 5, 8, 6 rəqəmlərindən istifadə etməklə yalnız 3 rəqəminin təkrarlana biləcəyi neçə müxtəlif 3 rəqəmli ədəd düzəltmək olar. Deməli, ədəd 3 rəqəmli olacaq. Bu ədəddə yalnız 3 rəqəmi təkrarlana bilər. Amma bu o deməkdir ki, 3 rəqəmi həm 1 dəfə, həm 2 dəfə, həm 3 dəfə təkrarlana bilər. Həm də ümumiyyətlə təkrarlanmaya bilər. Biz də bu sualı rahat həll etmək üçün 3 rəqəminin təkrarlanma hallarını bir-bir yazacağıq. Məsələn, birinci halda 3 rəqəmi 3 dəfə təkrarlanır. Birinci buna baxırıq və bu zaman görürük ki, yalnız bir versiyamız var. Bu da o deməkdir ki, 3 rəqəmi 3 dəfə təkrarlansa 333 ədəd olub, bir variant yaranır. Bir cür ədəd var. İkinci halımıza baxırıq. Bu zaman 3 rəqəmi 2 dəfə təkrarlanır. Və burada görürsünüz ki, 3, 3, x, 3x3 və x33 şəklində 3 dənə versiya yaranır. Yəni 2 dəfə 3 iştirak edərsə, x-in isə yerinə 5, 6, 8 rəqəmlərindən biri yazılsa, deməli bu 3 tip ədəd alına bilir və x-in yerinə biz əgər 5, 6, 8-dən hər hansı birini qoysaq, 5, 6, 8-dən burada 3 versiya yaranır. Yəni burada 3 versiya, burada 3 versiya, burada 3 versiya. Cəmi neçə? 9 cür ədəd alınır. Baxın, burada da qeyd olunur. 9 ədəd yaranır. Həmin ədədlər də burada göstərilib.
hansı ədədlərdir? Ümumiyyətlə bu sayı burada kombinezonla verilib. Belə kombinezonla da, kombinezon 3-dən 2 ilə də tapa bilərsiniz ki, məsələn, bu cür ədəd 3x, 3x3, x33 versiyaları necə tapmaq olar, yəni neçə dənədir, onu kombinezonla da hesablaya bilərsiniz. Bilməsəz, adi qaydada, yəni 3-ləri belə düzməklə hesablamaq, tapmaq mümkündür. Və üçüncü hala gəlin baxaq. Üçüncü halı iki cür fikirləşmək olar. Birincisi, burada yazılan qaydada bu daha asandır və belə qəbul edirik ki, üçüncü halda 3 rəqəmi ya bir dəfə iştirak edir, ya da ümumiyyətlə iştirak etmir. Bu o deməkdir ki, 3 rəqəmi digər 5, 6 və 8 kimi ədədlərdən, rəqəmlərdən biridir, bərabər hüquqludur. Baxın, burada tutaq ki, 3 dənə xana var. Birinci yüzlüklər mərtəbəsinə 4 dənə rəqəm yaza bilirəm. İkinciyə 3 dənə, o birinə də 2 dənə. Yəni, təkrarlanma olmadığı üçün bir dənə azalmalıdır. Və bunların nəticəsi 24-ü verir bizə. Deməli, 24 dənə versiya var və bunu biz, yəni vurma prinsipinə görə biz vururuq, 24 versiya var və cəmi ədəd sayını tapsaq, burada bu cəmi ədəd sayı deməkdir, ə hərfi düşmür. Və cəmini tapsaq görəcək ki, 34 dənə variant edir. Doğru cavab olur 34. Biz bunu dediyim ki, biraz fərqli də yaza bilərik. Yəni, bunu parçalaya bilərdik ki, 3 rəqəmi yalnız bir dəfə iştirak edir, bir də 3 rəqəmi ümumiyyətlə iştirak etmir. Gəlin, yalnız bir dəfə olan versiyaya baxsaq, məsələn, 3 ədədi burada olacaq, 3 ədədi burada olacaq, sonda yox, gəlin, ortada yazaq, bir də sonda olacaq və bu zaman hansı versiyalar var? Burada 3 rəqəmi yazılandan sonra 3 dənə ədədimiz var, düzdür, yəni 5, 6, 8. Burada 2 dənə ədədimiz var, buralar vurulur və 6 dənə versiya yaranır. Eyni qaydada burada da 6 versiya yaranır, yəni 3 vurulsun 2, 6, burada da eyni qaydada 6. Bunun cəmi 18-dir. Bir də 3-ün ümumiyyətlə iştirak etmədiyi hal, baxın, ümumiyyətlə iştirak etmir burada, ya da ümumiyyətlə iştirak etmir. Bunu da ayrıca yazsaq, deməli, formada 3 yoxdur. 5, 6, 8, 3 versiya var, sonra 2, sonra da 1-ə düşür. Bunların hasili də edir 6. Və bu 6-ları toplasaq, hamısı bir yerdə neçə edəcək? Elə 24 etmiş olacaq. Sonra da gətirib yerinə qoysaq, cavabı 34 tapacaqsınız. 86-cı sual. Azalan sıranı müəyyən edin. Bu ədədləri biz baytla və ya kilobaytla müqayisə edə bilərik. Gəlin, əvvəlcə baytla müqayisə etməyə çalışaq. Biz bu deməli, kəmiyyətləri eyni vahiddə gətirmək üçün bilməli olduğumuz şeylər var. 1 kilobayt 210 baytdır, 1 megabayt 220 baytdır, 1 bayt 203 bitdir. Gəlin, addım-addım baxaq. 2047 bayt bu birincidə olduğu kimi saxlayırıq. 1 kilobayt 1 vur 1024, yəni 1024 bayt deməkdir. 32-də 1 megabayt 32-də 1 vur 1024, yəni 32 kilobaytdır. Və bu 32 kilobaytı da 32 vur 1024 şəkildə yazsaq, bu olacaq 32768 bayt. Yəni, ümumiyyətlə, bu böyükdür, 32000 edir. Və bundan sonraki ədədi də tapsaz, görəcəksiniz ki, 211 bit nə deməkdir? 203-ə bölsəz, buradan nə alınır? 256 bayt alınır. Və asanlıqla buradan belə qərara gələ bilərsiniz ki, ən böyüyü hansıdır? 32768-dir, yəni 32000 ilə olan bir ədəddir. Onu yəni tam hesablamamış da burada ən birinci yerə yaza bilərsiniz, vaxt getməsin deyə. Sonra 2047-ni, sonra 1024-ü və 256-ni yazsınız və 3, 1, 2, 4 arzularını buradan qeyd edirsiniz. Doğru cavab bu şəkildə olur. Və yaxud da ki, kilobayta gətirə bilərsiniz. Baxın, bu təqribən birincisi 2 kilobayta yaxındır. 1024-ə böləndə. Bu elə onsuz da 1 kilobaytdır. Biz bunu tapmışıq 32 kilobayt və sonuncusu da 256 baytdır. Deməli, elə ən böyük 32-dir. Bunu seçirsiniz. Daha sonra 2 kilobayta yaxın olan, yəni 1-i götürürsünüz, sonra 2-ni, sonra 4-ü. Yəni 3, 1, 2, 4 şəkildə yazırsınız. 87-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Bizdən ekran düyümünün və video yaddaşının ölçüsü soruşulur. Gəlin baxaq. Burada yazılıb Asus VivoBook Pro N7600. Notebook'un modeli və bu rəqəm də onun seriyasını göstərir. Intel Core i9 13900H. Bu mərkəzi prosesor, yəni CPU-nun növünü göstərir. Burada həssas olmalıdır i
9 şəklində. Yəni ümumiyyətlə prosesorun belə deyək də səviyyələri var. i3, i5, i7, i9 və belə oxunur. i3, i5, i7 və i9. Bu da ən güclü prosesorlardan biridir. Sadəcə indi Intel artıq daha yeni Core Ultra adlı prosesorlar çıxarıb. Onlar da güclüdür. Və bu cür deməli güclü bir kompüterdə DDR4 32 GB-lıq operativ yaddaş qoyublar və bu da yaxşı bir göstəricidir. Bundan daha böyük operativ yaddaş həcmi var. Yəni RAM-ın ölçüsü 64 GB olanlar da var. DDR4 isə standart bir operativ yaddaşdır. DDR5 var. O daha sürətli hesab olunur. Burada 512 GB HDD yazılıb. Ümumiyyətlə HDD bugünkü gündə demək olar ki, istifadəsi yavaş-yavaş SSD-lərlə əvəzlənir. SSD daha sürətli xarici yaddaş qurğusudur. HDD də xarici yaddaşdır və daha çox şəkil və s. saxlamaq üçündür. Və çox bu cür kompüterlərdə bu çox güclü kompüterdir. Bunlarda SSD plus HDD, yəni SSD ilə yanaşı HDD olur. Təkcə HDD demək olar ki, olmur. Yalnız ya SSD ya da SSD üstə ya HDD olur. Süni səhvən burada daimi yaddaş yazmışdı. Daimi yaddaş ROM-dur. ROM və RAM hər ikisi daxili yaddaş hesab olunur. Bu ikisi. Və deməli SSD və HDD isə xarici yaddaş qurğusudur. RTX 4090 8 GB. Bu da hardasa RTX-in, yəni video kartının son modelinin növüdür. Bu RTX 4090 8 GB isə video yaddaşın həcmidir və yaxşı göstəricidir. Yəni 2, 4, 6 və 8 olur adətən və 8 yüksək göstəricidir və burada əgər video deməli kartın modellərini yazsaq RTX var, GTX var və MX növləri var. Ümumiyyətlə adətən 3 tip növləri olur və bunlardan RTX ən güclüsü, GTX orta, MX isə zəif hesab olunur. Düzdür, bunların da illərə görə növləri var. Yəni son çıxan modellər nisbətən güclü olur, amma ümumilikdə ən güclüsü RTX hesab olunur. 16 nədir? Burada ekran düyümünün ölçüsüdür. Və biz deməli bizdən soruşulanlara gəlsək, deməli ekran düyümünün ölçüsü bizdə olacaq 16, yəni bu 16-nı götürürük. 1 üçün yazırıq. Deməli C, 2 üçün isə yazacağıq. Bu 8 GB götürürük və yazırıq D variantı. 1-ə C, 2-yə D. 88-ci suala baxırıq. Onluq say sistemində verilmiş 8196-nın kvadratı üzərinə gəlsin 36 ifadəsinin qiymətinin 8-lik say sistemindəki təsvirində 0 və 4 simvolların sayının hasilini 2-lik say sistemində ifadə edin. Bu sualdan bizdə 61, 75 və 78-ci sualda var idi və orada izahını vermişdim. Orada da demişdim ki, bu cür ədədləri sadələşmək üçün əvvəlcə 2-nin qüvvətinə gətirməliyik, sonra isə 8 say sisteminə çevirməliyik. Burada da oxşar işi görəcəyik. Sadəcə ədədi 2-liyə gətirəndən sonra, yəni 2-nin qüvvətinə gətirəndən sonra birbaşa 8-in qüvvətinə keçirəcək. 8-in qüvvətinə keçirəcək ki, daha tez hesablayaq. Baxın, bizə verilmiş ədəd burada 8196-dır. Bu 8192 deyil. Bəzən qarışdırırıq bunu. Bu 8196-dır bizə verilən. 8192 isə 213-dür. Yəni biz bu 196-nı əvvəlcə 8192 üzərinə gəlinsin 4 şəklində. Baxın, buradakı formatda yazmalıyıq. Ondan sonra 8192-ni sadələşdirməliyik və sadələşdirəndə fikir verəcək 213-dür. 2-nin qüvvətidir. Amma biz onu 2 vur 8/4 yazırıq ki, daha sürətli bir şəkildə 8-in qüvvətinə gətirək ki, 8-ci say sisteminə tez çevirək. Və bu zaman 2 vur 8/4 üzərinə gəlsin 4 alınır. Bizim 8196 ədədimiz bu formadadır. 2 vur 8/4 üzərinə gəlsin 4. Bu ədədin kvadratı, yəni 8196-nın kvadratı üzərinə gəlsin 36. Kvadratı açırıq və açanda bu cür alınır. Birincinin kvadratı, ikisinin hasilinin 2 misli və üçüncünün kvadratı üzərinə gəlsin 36. Və sadələşdirsək belə bir ədəd alınacaq. Bu formada alınır və gələk indi burada biraz üzərində işləməliyik. Deməli bizdə var 16,
Düzdür? 4 vur 8, 8 düzdür. 16 var burada. 16 vur 8, 4. 16, 2 vur 8, 1 olduğuna görə biz bunu sadələşdirsək, gəlib 2 vur 8, 5 şəklinə düşər. Yəni, üstləri biz düzəltməliyik, düzəliş etməliyik. 52 nə olacaq? 52 nədir? 48 + 4-dür. Yəni, 6 vur 8, 1 üzərinə gəlsin 4 vur 8, 0. Deməli, bizdə əslində 4 dənə qüvvət yaranır. Yəni, olanlar 4 vur 8, 8, 2 ilə olan, 6 ilə və 4 ilə olan. Digərləri üçünsə biz nə yazırıq? 0 yazırıq. Məsələn, bunlar yoxdur, 0 yazırıq. Və bu cür davam etsək, nəticədə ədədi belə bir şəkildə alacaq. 4, 0, 0, 2, 3 dənə 0, 64. Daha sonra bu ədəddə 0 simvollarının sayı nə qədərdir? Saysaq, görəcək ki, 5 dənədir. 0 simvolları 5 dənədir. 4 simvolu 2 dənədir. Və bunların hasili 5 vur 2, 10 edir. Amma bu onluq say sistemindədir. Bunu ikili say sisteminə çevirmək üçün ya 2-yə bölməliyik, ya da bu formada 8/2 yazıb, ondan sonra açıq şəkildə yazaraq 1, 0, 1 və 0-ı oradan seçirik və nəticədə 1, 0, 1, 0 şəklində alırıq. Doğru cavab bu formada olacaq. Sual 89. Şəkildə N rayonunun yol sxemi qraf şəklində göstərilmişdir. Cədvəldə isə bu yolların hər birinin uzunluğu kilometrlərlə haqqında məlumat verilir. Cədvəldəki nömrələmə qrafdakı adlandırma ilə üst-üstə düşmür. B nöqtəsindən C nöqtəsinə qədər olan yolun uzunluğu ilə D nöqtəsindən Y nöqtəsinə qədər olan yolun uzunluğunun cəmi nə qədərdir? Bu sual 73-cü sualla oxşar sualdır. Orada olduğu kimi bu sualda da dəqiq olaraq bütün nöqtələri təyin etmək mümkün deyil. Sadəcə olaraq bizdən soruşulan BC üzərinə gəlinsin DY cəmini tapmaq mümkündür. Gəlin indi sualın özünə baxaq, həlli qaydasına. Deməli, bu sualda ümumiyyətlə solda olan qrafı ilə sağda olan cədvəli bir-birlə müqayisə edib sualın cavabını tapmaq lazımdır. Və əvvəlcə biz qrafın özünü, baxın buradakı kimi, qonşuluq siyahısı şəklində yazmalıyıq. Daha sonra isə cədvəli, aşağıda cədvəli qonşuluq siyahısı kimi yazacağıq. Əvvəlcə addım 1-də biz qrafa baxsaq, qrafı qonşuluq siyahısı kimi yazsaq, yəni bu nə deməkdir? T nöqtəsinin qonşu olduğu hərfləri qeyd edirik və görürük ki, bunun dərəcəsi 6-dır, yəni 6 dənə qonşusu var. A və H nöqtələri, kənar nöqtələrin dərəcəsi 2-dir, 2 dənə qonşusu var və B, C, D, Y nöqtələri isə 3 dənə qonşusu var. Burada nümunə verilib. Məsələn, B nöqtəsi A, C, T ilə qonşudur, dərəcəsi 3-dür. Daha sonra gəlirik bizim bu cədvəlimizə. İstəyirsiniz, buradan da baxa bilərsiniz. Cədvəli belə qoyum ki, görəsiniz. M1-dən M7-yə qədər olan deməli, bizdə məntəqələr var və M1 özünə baxsaq, M1-in sətri üzrə baxanda görəcək ki, burada cəmi 2 dənə ədəd var, 3 və 4. Deməli, M2 və M5 ilə qonşudur. Yəni, 3 km bura, 4 km digər yerə deməli, məsafəsi var və buradan 2 yol, digərindən 3, 2, 3, 6, 3, 3 şəklində biz bunların hər birini təyin edə bilirik. Və nəticədə siz artıq görürsünüz ki, hamısını tapandan sonra addım 1 ilə bu addım 2-də olan hissələri bir-birinə müqayisə etsək, asanlıqla bəzi nöqtələri tapa biləcəyik. Məsələn, bu M5 görürük ki, burada çoxlu bunun 6 dənə qonşusu var. Deməli, bu T olacaq. Gəlin indi baxaq bu aşağı hissədə. Mən bunu elə qoyum ki, tam hamısı görünsün. Baxın, burada yerləşdirirəm və indi hamısı görünür. Deməli, T üçün deyirik ki, M5 deməli T-yə aiddir və gəlin bunun üzərindən yazaq. M5 deməli T-dir. Ondan sonra, çünki 6 dənə yolu var, A ilə H. A ilə H-ın dərəcəsi 2-dir. Bir də yaxınlaşdırım, belə də baxaq. Deməli, A ilə H-ın dərəcəsi 2-dir. Biz burada A-nı M1, H-ı M3 götürəcəyik. Ümumiyyətlə, simmetrik olduğu üçün qraf burada tərsinə də götürmək olar. A-nı M3, H-ı M1 də götürmək olar, amma nəticədə sualın cavabı eyni olacaq. Ona görə qəbul edirik ki, A M1-dir, H M3-dür. Onu da gəlin bunun üzərində yazaq. A-nı yazıram.
buradan və H-ı yazıram. Davam etsək, bizdə daha sonra nələrimiz var? B nöqtəsini tapmaq üçün nə etməliyik? B nöqtəsini tapmaq üçün. A nöqtəsinə baxırıq. A nöqtəsi, yəni bu M1-ə baxırıq. Görürük ki, M2 və M5 ilə əlaqəlidir. Qonşudur, baxın. M2 və M5 ilə. Bunlardan biri T-dir. Biri nə olmalıdır? Baxıram, burada nə yazılıb? M1 T və B ilə birləşir. Şəkildə də elədir. Şəkildə də baxsaq, görəcək ki, A nöqtəsi düzdür. B və T ilə birləşir. Burada şəkildə sol tərəfdə görürsünüz onu. Və ona görə də deyirsiniz ki, M2 nə olacaq? B olacaq. Baxın, burada M2 B-dir və gətirirsiniz M2-ni burada da B olaraq yazırsınız. Bunu belə etsəm, bura B yazıram, burada B yazıram. Eyni qaydanı digərinə tətbiq etsək, Y nöqtəsi üçün də oxşar qaydadır. Bu zaman H nöqtəsi, yəni M3 üçün baxsaq, orada M5 və Y-yə birləşir. Deməli, H-a baxsaq, görəcək ki, biri 11-dir, biri 10-dur, biri T-dir, yəni M5-dir, biri də M4-dür. M4 deməli nə olacaq? Y olacaq. Baxın, burada dairələdim. Y M4-dür, gəlirəm bura. Deməli, M4 üçün Y yazıram, burada Y yazıram. Daha sonra gələk bu hissəyə. Bir də baxırıq C nöqtəsi və D nöqtəsi üçün. C nöqtəsinə baxsaq, görəcək B nöqtəsinin qarşısına baxsaq, A, T, C ilə birləşir və həqiqətən də bu qrafda görəcək onu, sol tərəfdə qrafa baxsaq. Və M3 üçün, daha doğrusu M2 üçün qarşıda nə var? M1, M5 düzdür. M1, M5 var. Baxsaq deməli M2-yə baxsaq, görəcək ki, 3 var, 12 var, 13 var. Yəni, burada M6 boşdadır. Deməli, ora nə yazmalıyıq? C yazmalıyıq. M6-ya nə yazırıq? Baxın, burada dairəliyirəm. İstəyirsiniz fərqli rənglənliyim. Baxın, bu C2 var. M6-dır. Gətiririk. Buradan yazırıq C. C yazandan sonra digərinə avtomatik D də yaza bilərik. Və yaxud da eyni sətrə baxsaq, burada qaydası göstərilib, qaydasına baxa bilərsiniz. D nöqtəsi tapmaq üçün gəlirsiniz. Y nöqtəsinin qarşısına, M4-ün qarşısına baxırsınız. HTD şəklində olacaq. Yəni, oradan D-ni təyin edə bilirsiniz. Və bunu təyin edəndən sonra siz bir dənə də müqayisə etməlisiniz ki, doğruluğu yoxlamaq üçün bu aşağıda qeyd hissəsi var. Bu qeyd hissəsində deyilir ki, M6 və M7 arasında 5 kilometrlik yol var. Görək varmı? M6 və M7 görür ki, 5 hissəsi var. Deməli, həqiqətən də qrafda və burada görür ki, C və D arasında qrafda görür ki, bir əlaqə var. Deməli, doğrudur. Doğru tapmışıq. Bundan sonra biz nə edirik? BC məsafəsi ilə DY məsafəsini tapırıq. Burada BC 13 olacaq, DY 7 alacaq. Əgər biz tərsini götürsəydik A-nın H-ın yerini, onda 13 üstə 7, 7 üstə 13 olacaqdı. Yəni, nəticə etibarilə sualın doğru cavabı 20 olacaqdır. Gəlin, buradan da qeyd edim. Deməli, BC və DY. BC-ni buradan 13 olaraq qeyd edirsiniz. DY-ni də fərqi yoxdur. Burada, məsələn, D-dən başlasaq, D və Y. Və bura 7. Məsələn, bunu götürə bilərsiniz və ya digərini də götürə bilərsiniz. Cəmi edir 20. Deməli, sualın doğru cavabı 20 olacaq. Sonuncu 90-cı sual. Unicode kodlaşdırma sistemində informasiya həcmi 29 MB olan sənəddə mətn informasiya ilə yanaşı 5 ədəd 1 MB-lıq qrafik təsviri var. Bu sənədin simvol sayını dəyişmədən 64 simvollu minimal əlifba ilə kodlaşdırdıqda həcmi neçə megabayt azalar? Bu sualı həll etmək üçün verilənləri gəlin burada yazaq. Deməli, sənədin ümumi həcmi 29 MB-dır. Qrafik təsvirin ümumi həcmi 5 vurulsun 1 MB, yəni 5 MB-dır. Mövcud kodlaşma sistemi Unicode-dur. 1 simvol 2 bayt, yəni 16 bitlə kodlaşdırılır. Yeni kodlaşma sistemi 64 simvollu minimal əlifbadır. Gəlin indi həcmin tapılmasına baxaq. Biz bilirik ki, V mətn nəyə bərabərdir? Ümumilikdə 29 MB-dan 5 MB çıxsa, edəcək 24 MB. Yəni, sırf mətn olan hissə burada Ə hərfi düşmür. Mətn faylı 24 MB-dır.
Daha sonra biz Hartley düsturuna görə bilirik ki, 64 simvollu əlifbada deməli Hartley düsturu budur. N bərabərdir 2 üstü i. Deməli i-ni tapa bilərik ki, hər bir simvol 6 bit yer tutur. Yəni 64 2 üstü 6-dır. Buradakı 6 da bu cür əlifbada bir simvolun yaddaşda tutduğu yerdir. İndi isə nə edirik? Mətnin yeni həcmini tapırıq. Bunun üçün də nədən istifadə edəcəyik? Tənasübdən istifadə edəcəyik. Bu tənasübü necə almışıq? Yəni mən onu buradan yazım. Deməli V ilkin həcm bərabərdir. Tutaq ki, x sayda simvol var və bunu biz vururuq 16 bitə. Yəni 2 bayta vururuq. Bu olur V ilkin. Yəni bu bizə əslində verilib nə qədər? 24 megabayt verilib. 24 megabayt bu V ilkindir. Və ikinci bizə verilən V yeni yazaq yanına. V yeni bərabərdir. X vurulsun, yəni x sayda simvol var, vurulsun 6 bit. Bunu da yazdıq. Və bunları tərəf-tərəfə bölsək, yəni ikinci tənliyi birinciyə bölsək, buradan x-lar ixtisar gedəcək və V yeni bölünsün V ilkin bərabərdir 6 böl 16 alınır. Və oradan asanlıqla V yeni bərabərdir. Deməli, V ilkin, bu 24 megabayt var, V ilkindir. Vurulsun 6, bölünsün 16 şəklində ala biləcəksiniz bunu və sonradan da burada ixtisar aparmaqla bitlər ixtisar gedəcək. 2-lər ixtisar gedəndən sonra bunu hesablasaq görəcəksiniz ki, 9 megabayt alınır. Və bizdən nə soruşulur? Azalma. Azalma da o deməkdir ki, burada qrafik təsvir dəyişmədiyi üçün 24-dən 9-u çıxacaq, yəni ilkinlə yenini fərqini tapsaq, cavab olacaq 15 megabayt. Deməli, sualın doğru cavabı 15-dir. Burada əslində bu sualı belə də həll etmək olardı ki, biz burada x-ı tapa bilərdik. Yəni 24 megabaytı bilirik. Buna əsasən biz buradan deməli 16 biti də 2 bayt kimi götürsək, x vurulsun 2 bayt, yəni bunu bərabər edirik 24 megabayta V ilkinə və buradan x-ı tapsaq görəcək ki, 24-ü 2 bölü 12 alınır və mega da var yanında. Bu da 2 üstü 20 deməkdir. Yəni 12 vur 2 üstü 20. Buradan da x neçəyə bərabər olur? X bərabər olur 4 vurulsun 3 deməkdir. 3 vurulsun 2 üstü 22. Və 3 vurulsun 2 üstü 22-ni də gətirib burada yerinə qoysaq, bizim bu ikinci tənliyimiz var. Bu V yenini tapmaq üçün 6-ya vursaq bu x-ı, yəni 3 vur 2 üstü 22-ni görəcəksiniz ki, 18 vurulsun 2 üstü 22 alınır və orada da 18 9 vur 2-dir. Yəni 9 vur 2 üstü 23 olur və nəticədə də 2 üstü 23-ə bölsək 9 megabayt alınır. Nəticə etibarıyla sualın cavabı 15 olacaq. Belə. Bununla da bütün sualların izahını yekunlaşdırdım. İzlədiyiniz üçün təşəkkür edirəm. Onu da qeyd edim ki, özü hazırlaşmaq istəyən şagirdlər və MİQ-ə hazırlaşan müəllimlər bu kanalı izləsinlər. Yeni və daha maraqlı videolar çəkəcəyəm. Hamıya uğurlar.